uşaqlar, bu günləri rabitə bölməsindən ardından qalan videoların çəkilişini eləyirik. Yeni test toplusudur uşaqlar. 2025-ci ilin test toplusunda səhifə 77-də səhifəsini yazaq. Sual burada 62-ci sual. 62-ci sualda nə deyir? 62-ci sualda hansı maddə donor-akseptor mexanizmi üzrə yaranan kovalent rabitə mövcuddur? 1. Orada ammoniak yazıb. Sözlə yazıb. 2. Birdə ammoniak. 2-də karbon monoksid yazıb. Karbon monoksid. Oksigen indeksində heç nə yoxdursa monoksid. 3. Metilamin yazıb. Metil deyəndə CH3. Metandan hidrogenin biri qopur. Amin NH2 ammoniakın törəməsidir. Və 4-cü maddə nə yazıb orada? 4-cü fenil. Fenil deyəndə C6H5 benzoldan hidrogenin biri çıxanda fenil amonium deyir. Amonium deyirsə bu NH4-ün törəməsidir. NH4-dən hidrogenin biri qopub. Fenil, amonium, xlorid duzlar sinifinə aiddir. Bu maddə hansı sinifə aiddir? Duz. Metilamin aminlərə aiddir. Bu neçəli amindir? Birli amin. Törəmə nəyin törəməsidir? Ammoniakın nə idi? Törəməsi. Bu duz əmələ gətirməyən oksiddir. Oksidlərə aiddir. Duz əmələ gətirməyən. Və ammoniak da RH3 tipli necə hidritdir? Uçucu hidrit. 5-ci qrupun A yarım qrupu ammoniak əmələ gətirir. Azot 5-ci qrupun altında yerləşir. RH3 tipli uçucu hidritdir. Deyir, bu maddələrin hansında donor-akseptor mexanizmi əsasında yaranan kovalent rabitə mövcuddur? Ammoniakda yoxdur. Ammoniakın bölünməyən nə cütü var? Elektron cütü var və donor ola bilər, amma donor yoxdur. Dəm qazında var donor-akseptor mexanizmi əsasında yaranan rabitə və bir də amonium duzlarının törəmələrində var. Bu duzun adı nə oldu? Fenil. C6H5 fenildir. Amonium, baxın, amonium deyəndə NH4-dən hidrogenin biri çıxıb. NH4 amonium qrupudur. Hidrogenin biri fenillə əvəz olunur. Fenil, amonium, xlorid duzlara aiddir. Burada donor rabitə var. 1-2-də var donor-akseptor mexanizmi üzrə əmələ gələn kovalent rabitə və bir də 4-də. İndi bunun biraz da tamam izahını verim. Yadoza gəlirsə biz sizə deyirdik ki, ammoniak RH3 tipli uçucu hidritdir və ammoniakdakı azot nə hibrid vəziyyətindədir? sp3. sp3 deyəndə azotun S-də 1 dənə, P-də də 3 dənə. Bir azot atomunun 4 dənə hibrid orbitalı vardı. Hibrid orbitalı. Onlardan neçəsi kimyəvi rabitə yaradır? 3-ü kimyəvi rabitə yaradırdı. Yəni sp3 ilə nəyin örtülməsinə? S-in örtülməsinə 1 sigma. Yenə də sp3 azotundur. S nə indi bə? Hidrogenin örtülməsinə 1 sigma. Burada da 1 sigma. Sonra yenə sp3 ilə S-in örtülməsindən burada yenə də 1 sigma. Və hibridin biri sərbəst idi. Bölünməyən nə cütü? Elektron cütü. Ona görə də ammoniak necə xassəlidir? Əsasi xassəlidir. Xassəli və o donor deyil, amma donor neyə bilər? Ola bilər. Ammoniakın özündə donor rabitə yoxdur. Ona görə ki, bölünməyən nə cütü var orada? Elektron cütü. Baxın, hibrid orbitalı 4 dənə olsa da, 4 dənə 3-ü kimyəvi rabitə yaradır. 1, 2, 3. sp3 ilə S arasında S hidrogenindir. Bu da S orbitalı. Bu da S orbitalının örtülməsindən neçədə sigma yaranır? 3 dənə. Baxın, 3 sigma rabitə yaranır. Onlardan biri sərbəstdir, o hibrid orbitallarına bölünməyən elektron cütü saxlayır. Ona görə də o əsası xassəli olur. Donor yoxdur burada. Keçdik ikinci maddə nə idi? İkinci dəm qazıdır. Hər dəfə deyirik dəm qazı, karbon monoksid. Deməli, oksigenin 2 dənə tək elektronu var P yarım səviyyəsində, bir dənə də P-də cütü var idi. Oksigenin sonu 6-cı qrupun A yarım qrup elementlərinin sonu necə idi? N nöqtə nöqtə. S-ə neçədə düşürdü? 2 dənə. P-yə 6-yı xırdalıyırıq. S-ə 2 dənə. P-yə 4 dənə. Və S-dəki antiparalel elektron qalır öz yerində. P-də 3 orbital var. 3 dənə. Bəli, orada əvvəlcə tək-tək elektronlar da olur. 1, 2, 3. Sonra anti nə olur orada? Paralel. Bir cütü var. 2 də nə var orada? Təki. Tək elektronları mən belə ulduzla işarə edirəm. Və P-də bir dənə də cüt elektron var. Və S-dəki tək cüt elektron buradadır. Baxın, axırıncı təbəqədə bu S-in cüt elektronudur. Karbon isə 4-cü qrupun A yarım qrupunda yerləşir. Xarici elektron təbəqəsində bəli, NS2 4-ü xırdalayanda MP2-dir. P yarım səviyyəsində karbonun 3 orbitalda 2 ədəd cütləşməmiş elektron var. Tək elektron və bir də boş orbital.
Cütləşməmiş elektron 2 dənə karbondadır və P-də necə orbital var? Boş orbital. Bir dənə P elektronu karbon verir, tək elektron. Baxın, bir tək elektron karbon, birin oksigen verir. Birin karbon, birin oksigen. Kovalent rabitənin X-i mübadilə mexanizmi əsasında yaranır və oksigen P yarım səviyyəsindəki cüt elektronu verir. Karbonun P-dəki necə orbitalına? Boş orbitalına. Baxın, bu P-dəki cütün, diqqətlə baxın, burada göstərmişəm. P-dəki cütün verir karbonun boş orbitalına və burada üçüncü rabitə yaranır, kovalent rabitə. O isə nə mexanizmi əsasında? Donor, akseptor. Daha dəqiq desəm, deməli, burada neçə qat rabitə oldu? 3 qat rabitə oldu. Rabitənin, 3 qat rabitənin X-i nə mexanizmidir? Mübadilə. Yəni şərikli elektron cütü. Biri isə donor, akseptor mexanizmi əsasında yaranır. Donor atom oksigendir. Cüt elektronu verir karbonun necə orbitalına? Boş orbitalına. 3 qat rabitə var. 3 dənə kovalent. Hansı rabitə var? Polar rabitə. Onlardan kovalent polar və yaxud polar kovalent rabitə. Biri nə mexanizmi əsasındadır? Donor. Donor nə mexanizmi oldu? Akseptor. Biri donor akseptor olur. Donor hansıdır? Oksigendir. Cüt elektronu verən atom donor. Akseptorun isə necə orbital olur? Boş orbital. Burada sual, məsələn, əlavə sual düşə bilər ki, rabitənin yaranmasında neçə elektron var? 6-da. 3-də xətt deyil. Baxın, bu rabitə və nə xətləridir? Valentlik xətləri. Ona görə də karbonun valenti neçə olur burada? 3. Oksigenin də valenti 3-dür. Amma dərəcə dəyişmir. Oksigenin dərəcəsi -2 olur. Karbonun dərəcəsi isə müsbət neçə olur? 2. Oksidlər sinifinə aiddir. Özü də duz əmələ gətirməyən oksiddir. Karbon 3 valentli olmağına baxmayaraq adı valentinə uyğun nədir? Deyil. Nə deyirlər ona? Karbon, adını siz buraya yazaq. Karbon nə deyirlər ona adına? Baxın. 1. Karbon, yox, əvvəlcə köhnə adı belə olub. Karbon 3 olmağına baxmayaraq valenti neçə deyir? 2. Oksid. Karbonun adı bu maddənin valentliyinə nədir? Uyğun deyil. Baxın, adı 2-dir, amma valenti neçədir orada karbonun? 3. Valenti 3 olmağının səbəbi neçə qat rabitə var? 3 qat. Rabitə və nə xətləridir bunlar? Valentlik xətləri. İkinci karbon qeyri-metal olduğuna görə karbonun adını yazırlar. Qeyri-metal oksidlərini adlandırmaq üçün Yunan saylarından istifadə edilir. Oksigen 1 dənə olduğuna görə mono, nə deyirlər ona? Oksid. Mono 1 deməkdir. Yəni oksigenin indeksinə baxın, monoksid. Və üçüncü adı nə qazıdır? Dəm qazı. Tarixi adı dəm qazı. Duz əmələ gətirməyən oksiddir. Zəhərli qazdır dəm qazı. Duz əmələ gətirməyən. Neçədə donor rabitə oldu? 1 dənə. Sonra keçirik orada üçüncü maddə nə idi? Metilamin. Metilamin nətər yazılır uşaqlar? Metanla hidrogenin biri qopandan sonra bir valentli radikalın adı metildir. Amin deyəndə amoniakdan da hidrogenin biri qopub. Metilamin törəmə olaraq nəyin törəməsidir? Amoniakın törəməsidir. Amoniak necə xassəldir? Əsası xassəldir. Bölünməyən cütdür. Amoniakda azotun valenti 3, dərəcə isə -3-dür. Azot üçün ən kiçik oksidləşmə dərəcəsi -3-dür. 3 dənə elektron ala bilər. Bu da amoniakın nə idi? Bu deməli bu RH3 tipli hidritdir. Bu da amoniakın metil, nə deyirlər bu maddənin adı? Metil, CH3-ün adı metil amin. Doymuş birli amindir. Birli amin niyə görə deyirlər? Amoniakdan, baxın NH3-dən 3 də hidrogenin neçəsi əvəz olunub? Hidrogen bir dəyə balaca xət çəkmişəmsə biri çıxıb. Neçədə hidrogen qalıb? 2 dənə. O bir dənə hidrogen nə ilə əvəz olunub? Metil ilə əvəz olunub. Baxın, bir dənə hidrogenlə radikalına əvəz olunub metillə. Yəni, bir rabitə, 2 rabitə, üçüncü, valentinin biri, hidrogenin biri nə ilə əvəz olunub? Metillə əvəz olunub. Yenə də bölünməyən necədir? Yenə burada azotun valenti 3-dür, dərəcəsi isə -3-dür. Bu donor neyə bilər? Ola bilər. Çünki törəmə nəyin törəməsidir? Amoniakın törəməsidir. Onda metil amin doymuş alkil aminlərə aiddir. Metil amin deyəndə törəmə nə oldu? Amoniakın törəməsi birli amindir. Birli alkil. Alkil deyəndə nə deyirlər? Alkandan hidrogenin neçəsi qopub? Biri. Metandan hidrogenin biri qopduğuna görə alkil deyirlər. Metil amin. Doymuş alkil aminlərə aiddir. Alkil amin özü də neçəli amindir? Birli amin. Birli amin sözünü hardan götürürük? Amoniakdan hidrogen 3 dənə deyildi. Hidrogen neçəsi əvəz olunub? Biri.
metillə əvəz olunub, amma yenə də teorem amoniakın teoreməsidir. Bölünməyən nə cütü qalıb? Elektron cütü. Onda metil amin də necə xassəlidir? Əsasi, nə deyirlər ona? Xassəli. O hansı əsaslara aiddir? Üzvü əsaslara. Yəni metilamin hansı əsaslara aiddir? Üzvü əsaslara, aminlərə aiddir o. Amoniak qeyri-üzvü kimyaya aiddir. Baxın, amoniak var ha. Bu amoniyakı biz keçiririk qeyri-üzvü kimyada. Bölünməyən elektron cütü olduğuna görə əsas xassəldir. Bəs metil amini harda keçirir? Aminləri keçəndə üzvü kimyada metil, alkanlardan hidrogenin biri qopub, alkil, nə deyirlər buna? Alkil amin. Alkandan hidrogenin neçəsi qopub? Biri. Bu da oldu alkil amin. Necə xassəlidir? Əsasi xassəlidir. Hətta belə deyək ki, bunların əsas xassəsi, alkil aminin əsas xassəsi amoniakdan da böyükdür. Nədən böyükdür? Bəli, alkil amin. Burada da valent neçədir? 3. Burada da azotun valenti 3'dür. Hər ikisində dərəcəsi neçə 3'dür? -3'dür. Hər ikisində azot nə hibrid vəziyyətində? sp3. Burada da sp3 hibrid vəziyyətindədir. Hər ikisində hibrid orbitalın neçəsi kimyəvi rabitə yaradır? 3'ü. Biri isə sərbəstdir. Hibridin bölünmə. Burada da yenə ikisi buradadır, biri burada. Neçəsi kimyəvi rabitə yaradır? 3'ü. Biri isə sərbəstdir, bölünməyən elektron cütü saxlayır. Donor ola bilər. Amma burada donor nədir? Yoxdur. Keçdi 4-cü maddə. Amonium, fenil amonium deyəndə nə yazılır? Fenil deyəndə konkret fenil necə yazılır? Benzoldan hidrogenin biri qopub. Bu radikalın adı nədir? Fenil. Fenil radikaldır, sərf olmamış neçə valenti var? 1. Amonium deyəndə, baxın, amoniumun teorəməsi kimi baxırlar. Amoniakın yox, nəyin teorəməsi kimi? Amonium kationdur. Amoniumda azotun valenti 4'dür. Dərəcə isə neçə 3'dür? -3'dür. Burada 4-cü valent nə mexanizmi əsasındadır? Donor, akseptor var burada. Neçədə donor akseptor var? Bir dənə. 4 dənə 3'ü mübadilədir. Baxın, burada 4 də rabitə var. Biri donor akseptormu. Amonium nədir? Ümumiyyətlə kationdur. Maddə deyil. Müsbət yüklü nədir? Kation. Amonium, bu duzun adına baxın, fenil. Amonium deyəndə amoniumdan hidrogen neçəsi qopur? Biri nə ilə əvəz olunur? Fenillə. Nə ilə əvəz olunur? Fenil amonium xlorid. Deməli, bu maddə hara aiddir? Duzlara aiddir. Duzlar sinifinə aiddir. Fenil deyəndə C6H5 fenildir. Amonium deyəndə bu nəyin teoreməsidir? Amoniumdan NH4-dən hidrogenin biri qopub. Məsələn, bu nəyə oxşayır? Amonium xlorid duzunun teorəməsi kimi baxsaq, baxın, amonium xlorid oksigensiz duz idi. Amonium qrupun valenti 1'dir. Xlorid də neçə əsaslı turşu qalıqıdır? 1 əsaslı. Bu duzun adı nə idi? Yaduza gəlir amonium. Nə deyirdilər ona? Xloridi. Xlorid oksigensiz duzdur. Həmin bu duzun nəyi kimi baxmaq olar? Teorəməsi kimi. Amoniumdan hidrogen neçəsi qopub? Biri. Əvəzinə nə əlavə olunub? Fenil. Nə əlavə olunub onun əvəzinə? Fenil amonium. Amonium bildüzdə, yəni bu nəyin teorəməsidir? NH4'ün nə idi? NH4'dən hidrogenin biri fenillə əvəz olunub. Xlorid də qalıb öz yerində. Duzdur bu. Duzdur və burada 3 rabitə buradadır, biri də burada. Baxın, 3'ü hidrogenə birləşib, biri də burada. Azotun valenti neçədir? 4. Dərəcə neçə 3'dür? -3'dür. Artıq burada rabitənin biri nə mexanizmi əsasındadır? Donor, akseptor mexanizmi əsasında yaranıb. Ona görə ki, biz amoniumu izah eləyəndə amonium kationunu izah elədik. Dedik ki, burada valenti 1'dir, kationun yükü neçə 1'dir? Müsbət 1. Və qeyd elədik ki, azotun valenti 4'dür, dərəcəsi -3'dür. Ona görə ki, biraz da açıq izahını yazsaq, 3 valenti mübadilə mexanizmi əsasındadır. Mübadilə deyəndə birin azot verib elektronun, birin hidrogen və bir dənə bölünməyən cüt var idi. O da verib H müsbətin necə orbitalı? Yəni hidrogen 1'ə elektronu verəndən sonra onun necə orbitalı qalıb? Yəni 1s0 olanda hidrogen 1s1 idi. O bir dənə elektronu verdi. Hidrogen 0'da 1s1 idi. Yəni neytral atomun neçədə elektronu var? Bir dənə. O elektronu verəndən sonra hidrogen hara gəlir? Müsbət 1'ə. Olur 1s0. Yəni orada elektron olmur. Boş orbital qalır bir dənə. Bu atomdur. Atomun tək elektronu bir dənə idi. O da verəndən sonra boş orbital qaldı. Bu cütün verir azot. 3'ü nə mexanizmidir? Mübadilə. Biri isə nə mexanizmi əsasında? Donor akseptor mexanizmi əsasında yaranan rabitə var. Ona görə də 3 dənə mübadilə var burada. Bir də donor. Valent olur 4.
Amma rabitə ki, donor akseptor mexanizmi əsasında yarananda valent artır bir vahid. Dərəcə isə nə qalır? Dəyişməz neçə 3 olur? -3. Ona görə də bütün amonium duzlarında donor rabitəsi var. Amonium duzları deyəndə biz nəyi nəzərdə tuturuq? Məsələn, amonium xlorid duzdur. Donor rabitə neçə dənədir? 1 dənə. Amonium, məsələn, sulfat deyəndə SO4 nə qalıqıdır? Turşu qalığı. Hidrogenin ikisi də amonium qrupu ilə necə əvəz olunub? Tam əvəz olunub. Hər NH4-də neçədə donor rabitə var? 1 dənə və burada 2 də NH4 qrupu olduğuna görə 2 də donor rabitəsi var. Və yaxud da amonium, baxın, amonium ortofosfat. Ortofosfat neçə əsaslı turşu qalığıdır? 3 əsaslıdır. Hidrogenin 3-ü də amonium qrupu ilə necə əvəz olunub? Tam. Amonium ortofosfat neçədə donor rabitə var? 3 dənə. Tərkibində NH4 olan duzlar nə duzlardır? Amonium duzlardır və bütün amonium duzlarında 4-cü rabitə nə mexanizmi əsasındadır? Donor akseptor. Hər amonium qrupunda, baxın, hər NH4-də donor rabitə 1 dənədir. Burada NH4 qrupu amonium sulfatda 2 dənə olduğuna görə neçədə donor akseptor? 2 dənə. Amonium ortofosfatda amonium qrupu 3 dənə olduğuna görə 3 donor rabitəsi var. Və fenil amonium xlorid də üzvü duzdur. Üzvü kimyada yaranır. Fenil deyəndə benzoldan hidrogenin neçəsi qopur? Biri. Benzol necə idi? C6H6. Benzol aromatik karbohidrogenlərin ilk nümayəndəsidir. Hidrogenin biri qopanda fenil olur. Fenil radikalı. Radikalın adı nə oldu? Fenil. Belə uşaqlar, donor akseptor mexanizmi olan rabitə hansında oldu? 2-də və bir də 4-də. 2 ilə 4 olan bənd A bəndidir. Növbəti suala keçid alırıq. Növbəti sual deyir ki, 63-də buten 1-in molekulunda. Buten 1 deyəndə nə yazır uşaqlar? 63-cü sual. Buten 1. N neçədir bu? 1. Sual 63-dür. Buten 1 molekulunda sp2 ilə sp2 hibrid karbonda olur. sp2 ilə sp3 arasında və yenə də soruşur və sp2 ilə, yəni 2 qata birləşən karbon ilə tək qata birləşən karbon arasında, sp2 2 qata birləşən karbon ilə hidrogen arasında, S nə deməkdir? Hidrogen arasında sp2 ilə s orbitallarının örtülməsindən yaranan sigma rabitələrin ümumi sayı bərabərdir sual işarəsi. Əvvəlcə biz buten 1-i yazmalıyıq. Buten 1 deyəndə N-lərdə 4 dənə karbon var butan sözündə. Ana attığım şəkilçi N şəkilçisi olanda 2 qat rabitə. 2 qat neçənci karbondan çıxır? Birincidən. Buten N neçə idi? 1. N1 nə deməkdir? 2 qat rabitə birinci karbondan. Birinci karbondan çıxıb ikinci karbona daxil olur. 3, bu da 4. Bura nə yazırıq? 2 dənə hidrogen. Ona görə 4 valentin, ikisi var idi. İkisini də hidrogenlə birləşdirirəm. 3 valenti var, 1 valentinə hidrogen birləşdirirəm. İkisi var valentin, H2 metilin və 1 valenti var, CH3 metil. Birinci karbon, bu sigmadır, bu da uşaqlar pi'dir. Pi'ni yaradan bu birinci karbon nə hibrid vəziyyətində? SP2. İkinci karbon SP2. Ona görə ki, hibridləşmədə bir P iştirak etmir. Karbonun bir S'i və 3 də P'si olmalıdır. P'nin neçəsini iştirak eləmir? Biri iştirak eləmir. Bu da SP2'dir. Pi rabitəsi olmadığına görə bu karbon və 4-cü karbon da SP3 hibrid vəziyyətində. Bizə deyir ki, SP2 ilə SP3 arasında rabitə neçədədir? SP2 hibrid vəziyyətinə, SP3 hibrid vəziyyəti karbonla karbon arasında. Bu karbon SP2'dir və bu karbon atomu nədir? SP3. Bu karbonla karbon arasında rabitədir, amma 2 qata birləşən karbon ilə tək qata birləşən karbon arasında bu sigma rabitədən neçədə oldu? 1 dənə. Ona görə ki, bax, birinci karbondan, baxın, göstərəm sizə birinci karbon, rəngli göstərim, baba, burada sigma rabitə görürsünüz. Birinci karbondan ikinci karbon arasında sigma rabitə nə ilə nəyin örtülməsindən? SP2 ilə SP2'nin örtülməsidir.
Digərinə baxın. Ayrı-ayrı rənglərdə göstərəm ki, daha rahat başa düşün. İkinci karbonla neçənci karbon arasında, üçüncü karbon arasında siqma rabitə baxın. Nə ilə nəyin örtülməsinə? sp2 ilə nəyin örtülməsinə? sp3-ün örtülməsinə. Sonra gəlirdi buna baxaq. Dördüncü karbon, üçüncü karbonla, baxın, bax bu üçüncü karbonla dördüncü karbon arasında neçədə siqma rabitə var? Bir dənə. Ayrı-ayrı rənglərdə çəkdim ki, o da sp3 ilə nəyin örtülməsi? sp3-ün neynəməsindən? Örtülməsindən yaranır. Aydındır. Karbonla karbon arasında baxın 1, 2, 3 də siqma rabitə var. Ona görə ki, karbon 4-dədir. Onlardan biri nə oldu? sp2 ilə sp2, digəri isə sp2 ilə sp3, axırıncı isə sp3 ilə sp3-ün. İndi bizə deyir ki, sp2 ilə sp3 arasında neçədə siqma oldu? Bir dənə. Sonra nəyi soruşur? sp2 ilə S arasında, yəni bu karbonlarla, baxın sp2 karbonları mən qırmızı göstərdim sizə. Baxın, bu karbon sp2 hibrid vəziyyətindədir və bu karbon sp2-dir. S arasında deyəndə bəli, bəli. Burada neçədə hidrogen var? Bir dənə. Burada neçədə hidrogen var? 2 dənə. Onda yazıram. Deməli, sp2 ilə 2 qata birləşən karbonla hidrogen arasında neçədə siqma oldu? 3 dənə. Hidrogenin nəyə qədər? Bu karbonla, bu karbon nəzərdə tutur. 2 də hidrogen buradadır, 1 də hidrogen burada. 3 dənə. Aydın oldu. Cəmi neçə siqma oldu? Cəmi bir dənə burada. 1 sp2 ilə sp3 arasında neçədə siqma oldu? Bir dənə. Bəs sp2 ilə ikinci soruşur. sp2 ilə S arasında neçədə? 3-də. 1, üstə gəlmə 3, cəmi 4 dənə siqma oldu. Cavab cəmi neçədə oldu? 4B variantı. Bir də izah eləyə bilərəm. Yəni, istəsiz buten 1 deyəndə siz dəqiq başa düşdünüz, değil mi? Buten deyəndə, baxın, butan sözündən 4də karbon var, şəkilçisi N-dir. N neçənci karbondan çıxır? Birincidən. Birinci karbondan çıxıb neçənciyə daxil olacaq? İkinciyə. Dəyişiklik 1 ilə neçədə gedir? 2-də. Üçüncü karbon olduğu kimi qalır. Dördüncü karbonda olduğu kimi neynir? Qalır. Dəyişiklik 2 qata birləşən karbonlar da gedir. Və bu karbonlar, baxın, 2 qata birləşən karbonlar. Bura nə yazıram? H2, 2 valenti gedib, ikisi burada. 1, 2, 3, bir dənə də H yazıram. Digərləri isə yenə də karbon üzvü kimyada hər tərəfdə 4 valentlidir. İkisi var, ikisindən hidrogendən yazıram. 1 valenti var, 3 valenti H3. Deməli, burada rabitə siqmadır, bu da siqmadır, bu da siqmadır. Amma bu siqma nə ilə nəyin örtülməsinə? sp2 ilə sp2-nin örtülməsinə. Bu siqma 2 ilə 3 arasındakı siqma sp2 ilə ikinci karbonla üçüncü karbon arasındakı siqma rabitə sp2 ilə sp3 arasında. Üçüncü karbonla dördüncü karbon arasında sp3 ilə sp3-ün. Bizə lazımdır sp2 ilə sp3 arasında burada neçədə siqma oldu? Bir dənə və bir də sp2 ilə S arasında. S hidrogenlərində. Hidrogen burada bir dənə, burada da 2 dənə. 3də də sp2 ilə, yəni karbonla S hidrogenində, orada da 3 dənə siqma. Cəmləyəndə cəmi 4 siqma oldu. 4-dəki B bəndi oldu. Keçirik digər suala. 63-cün cavabı nə bəndi oldu? B. Deməli, digər sual 64-cü sualdır. Deyir, hansı reaksiya məhsulunda donor akseptor mexanizmi ilə əmələ gəlmiş kovalent rabitə yoxdur? Hansı reaksiya məhsulunda donor akseptor mexanizmi üzrə əmələ gələn kovalent rabitə yoxdur? 64-cü sualda birinci reaksiyada var. Ona görə ki, karbon 4 oksidi, karbon dioksid, karbon qazı, karbonla reaksiyasından temperaturda gedir, dəm qazı əmələ gəlir. Əmələ gələn maddədə bizə deyir, əmələ gələn məhsul budur uşaqlar, məhsulda donor akseptor mexanizmi üzrə əmələ gələn rabitə var. Əmsallaşdırır, karbon 2 dənə, 2 dənə, oksigen 2 dənə, burada da 2 dənə. Birləşmə reaksiyasıdır bu. Bir mürəkkəb və bir bəsit maddədən bir dənə mürəkkəb maddə əmələ gəlir. Dəm qazında rabitə 3 qatdır. İkisi nə mexanizmidir? Mübadilə. Biri isə donor nə mexanizmdir? Akseptor. Donor oksigendir, akseptor isə boş orbitalı olan karbondur. Duz əmələ gətirməyən oksid əmələ gəlir. Deməli, əmələ gələn məhsulda donor akseptor mexanizmi əsasında əmələ gələn kovalent polar rabitə var bir dənə. Bizə deyir, olmasın.
Olmayan bənd B bəndidir. B bəndində nə yazıb uşaqlar? B bəndində hidrogen qazı, ən yüngül qaz, oksigenlə reaksiyası, yanma reaksiyası da əmələ gələn maddə bilirsiniz sudur. Suda donor akseptor rabitəsi yoxdur. Oksigen 2 dənə, bura bir 2. Tək olduğuna görə hidrogen 4 dədir, bura bir 2. Sol hara bərabərdir? Sağa bərabər. Bu reaksiyanın solu, bu da sağı. Bu da birləşmə reaksiyasıdır. Su, yaduza gəlirsə düzgün kör bucaq var suda. 90-dan böyük olan bucaq necə bucaqdır? Kör bucaq. Sudakı bucaq nə qədərdir? 104,5 dərəcəli bucaq var. Suda oksigen nə hibrid vəziyyətdir? 4D hibridin neçəsi kimyəvi? İkisi kimyəvi rabitə yaradır. SB3 ilə nə arasında? S arasında. Bu da SB3 ilə S arasında 2 də sigma var. İkisi də sərbəstdir. 4 dənənin neçəsi sərbəstdir? Baxın burada 4 dənə. Hardan bilirəm 4 dənə? Üstü qüvvət kimi baxsam S-də bir dənə. P-də 3-də. S-in üstündə heç nə yoxdur. Bir dənə P-də 3-də. 4 hibrid nə var? Hibrid orbitalı. Yəni hibrid bildiyinizdə nədir? Dartılmış. Baxın, qeyri-bərabər nə formalar? Antiformalar. Bərabər yoxsa qeyri-bərabər? Qeyri-bərabər. Dartılmışdı da 4 dənə. 4 dənə SB3 ilə S arasında 1 sigma. Burada da SB3 ilə S arasında 1 sigma. İkisi sərbəstdir. Onlar da bölünməyən necədir? Tetraedrik quruluşa malikdir. Və yadınızda saxlayın ki, suda donor akseptor rabitəsi nədir uşaqlar? Yoxdur. Baxın, bölünməyən nə cütləri var? 2-də elektron cütü. Yəni bu SB3-ün biri, bu da SB3-ün biri. Neçəsi sərbəstdir? İkisi. İkisi isə rabitə yaradır. SB3 ilə S arasında, bu da yenə SB3 ilə S arasında 2 dənə sigma rabitə. Bəli. Bucaq da nə qədər oldu burada? 104,5 dərəcəli bucaq. Quruluş hansı quruluşdur? Tetraedrik, 4 təpəli. Yəni 4 də hibrid orbital var, 4 də təpə yaradır. 1 təpə, məsələn 2 təpə, 3 təpə, bu da 4 təpə. 4 bucaq yox ha, neçə təpəli? 4. Hansı quruluşdur? Tetraedrik quruluşa malikdir. Tetraedrik. Özdə düzgün olmayan, çünki bölünməyən nə cütlər var? İkisi hibrid orbitalın ikisi kimyəvi rabitə yaratmır, amma ikisi isə yaradır. Yəni 4 dənənin ikisi rabitə yaradır. Neçəsi rabitə yaradır? İkisi rabitə əmələ gətirir. Hibrid orbitalı 4 dənədir. 4 dənənin ikisi rabitə əmələ gətirir. İkisi isə nədir uşaqlar? Sərbəst. Yoxdur burada donor akseptor mexanizmi üzrə əmələ gələn rabitə. Cavab nə bənd oldu? B bəndi. Digər bəndlərə baxsaq, yəni cavabı tapdıq. C bəndini analiz eləsiniz. Əgər tam öyrənmək istəyirsinizsə, o zaman nə yazır o? Amoniakdır C bəndində. Plus nitratla reaksiyası. Amoniak necə xassəlidir? Hər dəfə deyirəm. Əsası xassəlidir. Kəskin iyili. Necə qazdır? Boğucu qaz. Əsası xassəlin olması bölünməyən nə cütdür? Bəli. Bu nə hibrid vəziyyətin? SP3. Neçədə hibrid orbital var? 4 dənə. 4 dənənin neçəsi rabitə yaradır? 3-ü. Biri sərbəstdir, bölünməyən. Elektron cütü saxlayır. Bəs turşuların hamısının tərkibində hidrogen necə orbital var? Boş. Əsası xassəli olduğuna görə turşularla reaksiya daxil olur. Amoniakın turşularla reaksiyası adi şəraitdə gedir. Amoniakla turşuları bir qabda nə etmək olmaz? Saxlama olmaz və bu zaman amonium duzları əmələ gəlir. Nə duzu? Hidrogen bura nə mexanizmi əsasında birləşir? Donor, akseptor olur amonium. NH3 idi, indi oldu NH4. Amonium nitrat. Duzlara aiddir bu. Amonium qrup invalenti 1, NO3 1. Amonium nitrat duzdur bu. Duz əmələ gəldi. Burada amoniumda neçədə donor rabitə yaranır? Bir dənə. Bax, bu hidrogen. Turşunun tərkibindəki hidrogen, baxın. Necə orbitalı var idi? Ona görə ki, 1s0 qalmışdı. Artıq bir dənə elektronu verib və bir dənə boş orbitalı var. O da verir amoniakın bölünməyən nə cütü? Elektron cütü və turşudakı hidrogenin boş orbitalı hesabına neçənci rabitə yarandı? 4-cü. 3-ü var idi. Baxın, 3-ü nə mexanizmi idi? Mübadilə. 4-cü artıq nə mexanizmi? Donor akseptor mexanizmi əsasında əmələ gəlir. Amoniakla turşuları bir qabda nə etmək olmaz? Saxlamaq olmaz. Amonium duzları əmələ gəlir. Hər dəfə deyirəm ki, sizə amoniak, baxın, bütün rabitə bölməsini izah eləyəndə demişəm sizə, amoniak, hər dəfə deyirəm, əsasi xassəli olduğu üçün, əsası xassəli olmasının səbəbi bölünməyən nə cütünün olmasıdır? Elektron cütünün olmasıdır və onu turşularla bir qabda nə etmək olmaz? Saxlama olmaz. Reaksiya girib
Duz əmələ gəlir. Nə duzu? Amonium duzları. Turşularla nə mexanizmi əsasında reaksiya girir? Donor, akseptor mexanizmi. Fərqi yoxdur. Məsələn, amoniakla xlorid turşusunu tutaq ki, bir qabda nə etmək olmaz, saxlama olmaz. Bu cütün verir. Hidrogen bura azotla nə mexanizmi əsasında birləşir? Donor, akseptor. Baxın, donor atom nədir? Azot. Akseptor rolunu oynayan nədir? Boş orbital olan hidrogendir. Amonium, NH3 idi, bir də hidrogen gəldi birləşdi. Baxın, hidrogen bir dənə birləşəndə amonium xlorid. O da hara aiddir uşaqlar? Duzlara. Yəni burada var idi, amonium nitratda var idi. Sonra C-də var idi. Bir də D bəndinə baxaq. D bəndində yenə də amoniak yazıb. Bir sözlə biz hər zaman deyirik ki, amoniakda bölünməyən elektron cütü olduğuna görə necə xassəlidir? Əsas xassəli su ilə reaksiyasını yazır. Suyu biz necə yaza bilərik? HOH kimi yaza bilərik. Su dipoldur, onun müsbət və mənfi tərəfi var. Dipol nə deməkdir? Müsbət və mənfi tərəfi var. Bunun necə orbitalı var? Hidrogenin boş orbitalı var. Bu azot donor rolunu oynayır. Hidrogen də akseptor və hidrogen, sudakı hidrogen amoniaka nə mexanizmi əsasında birləşir? Donor akseptor mexanizmi əsasında birləşir. Amonium nə verir burada? Hidroksid. Amonium hidroksid əsaslara aiddir. Özdə yeganə əsasdır ki, nə halındadır? Suda həll olan əsaslara, yəni qələvlərə aiddir. Qələvilərə aiddir və yeganə əsasdır ki, NŞ-da nə halındadır? Maye halındadır. Nə halındadır? Əsasların tərkibində metal olduğuna görə hamısı bərkdir. Bir də amonium hidroksid mayedir. Amonium hidroksidi, bax bir də təkrar edirəm. Amoniak necə xassəli oldu? Əsas xassəli bölünməyən elektron cütünə görə. Valenti neçədir burada? 3 dərəcə -3 hidrogen, müsbət 1. Azot elektronunu alıb hidrogen verir. Plus suyu necə yazır o? HOH-la reaksiyası dönən reaksiyadır. Dönən nə deməkdir? Eyni vaxtda iki əks istiqamətdə gedən reaksiyalar necə reaksiyalardır? Dönən reaksiyalar. Və əmələ gələn maddəyə baxın. Hidrogenin boş orbitalını görürsünüz. Bu donor da azot. Hidrogen nə olacaq? Akseptor. Olacaq amonium. Hidrogen birləşəndə amonium. Bir də yanında hidroksid var. Amonium hidroksid. Bu maddənin adını yazar uşaqlar. Amonium. Nə deyirlər ona? Hidroksid. Hidroksid. Əsaslar sinifinə aiddir. Hansı sinifə aiddir? Özdə suda neyniyən əsasdır? Həll olan əsas qələvlər deyirlər. Qələvlər hamısı bərkdir. Bir də amonium hidroksid nə halındadır? Maye halındadır. Burada azotun valenti neçə oldu? Baxın. 4 valent. Dördüncü rabitə nə mexanizmi əsasındadır? Donor akseptor. Amma dərəcə neçə 3 olur? -3. Dərəcələri dəyişmir. Amoniak su ilə və yaxud turşularla reaksiyası donor akseptor mexanizmi əsasında gedir. Valent neçə vahid artır? 1 vahid. Amma dərəcə dəyişmir. Məsələn, bir də təkrar edirəm. Amoniak plus nitrat turşusu. Bu boş orbital və bu cütün verir. Hidrogen bura nə mexanizmi əsasında? Donor akseptor mexanizmi əsasında birləşir. Amonium nitrat duzdur. Azotun dərəcəsi -3-dən elə neçə 3-ə gəldi? -3-ə. Valentisi 3 valentdən 4 valentə gəlir. Nitrat turşusunda azotun dərəcəsi neçə 5-dir? Müsbət 5. Altdan 1 çıxanda mərkəzi atom müsbət 5. Bəs azotun ən böyük valenti neçədir? 4. Amma dərəcə müsbət 5. Yenə də NO3-də valent neçədir burada? 4, amma dərəcəsi neçə 5-dir? Müsbət 5. Burada nə elektron verən var? Alan var. Çünki azot -3-dən -3-ə, bu azot da müsbət 5-dən müsbət 5-ə gəlir. Yəni burada dəyişən dərəcə nədir? Yoxdur. Eləcə də amoniakın su ilə reaksiyasından yenə cütün verir. Suyun içərisindəki H müsbətin boş orbitalı və azotun cütü hesabına 4-cü rabitə yaranır. Amonium NH3 oldu, NH4, amonium hidroksid. Dərəcə -3-dən yenə -3-ə gəlir, amma azotun valenti rum rəqəminə 3 valentdən 4 valentə gəlir. Hidroksid qrupunda oksigen -2, müsbət 1, suda oksigen. OH qrupunda oksigen -2, bu da müsbət 1, bu da müsbət 1. Burada nə elektron verən var? Hidrogenin dərəcələri dəyişmir, oksigen dəyişmir, azot da dəyişmir. Birləşmə reaksiyasıdır. Baxın, neçədən maddə çıxır burada? 1 dənə maddə çıxır. 2 mürəkkəb maddə birləşərək bir maddə əmələ gətirir. Reaksiya birləşmə reaksiyasıdır.
birləşmə reaksiyasıdır. Birləşmə reaksiyası oksidləşmə reduksiya reaksiyasına aid ola da bilər, olmaya da bilər. Bu reaksiya birləşmədir, lakin oksidləşmə reduksiya reaksiyasına aid nədir? Deyil. Burada nə elektron verən var, nə də alan var. Amma valent neyinir? Dəyişir. Deməli, burada da var idi donor akseptor mexanizmi üzrə yaranan rabitə. Y bəndində nədir? Y bəndində bu reaksiyaları formiat turşusu yazıb, üzvü turşudur. Üzvü turşularda karboksil qrupu var. Karboksil qrupundakı hidrogen turşunu nəyi bildirir? Əsaslığını bildirir. Bu turşunun adını əzbərdən bilməlisiniz. Metan turşusu, formiat turşusu. Duzlarına nələr deyirlər? Formiatlar. Formiat nə deyirlər ona? Turşusu. Və bir də adı var, qarışqa turşusu. Qarışqa turşusu. T yaza qısa. Deməli, bu karboksil qrupu üzvü turşuların hamısında var. Baxın, bütün üzvü turşular oksigenli turşulardır. Üzvü kimyada oksigensiz turşu nədir? Yoxdur. Çünki üzvü turşularda karbon, OH nə qrupu var? Karboksil. Buradakı hidrogen turşunu nəyi bildirir? Əsaslığın. İndi burada ox çəkib, nə yazıb burada? Qatı sulfatın iştirakı ilə. Bu qatı sulfatın iştirakı ilə niyə parçalanır? Qatı sulfat burada nə uducu rolunu oynayır? Suducu, higroskopik maddə. Baxın, bəli, higroskopik maddədir. Ağzı açıq qabda qalanda su çəkir. Dəm qazı və su çəkəcək. H buradan çıxır, buradan da OH çıxacaq. Baxın, neçə mol su çıxır? 1 mol. HOH, H2O demək deyil. Və nə qalır burada? Qalan maddə görürsünüz, dəm qazı. Nə qalır orada? Baxın, su çıxandan sonra burada H buradan çıxdı, OH buradan. Ortada qalan maddə dəm qazı. Nə qazı ayrıldı? Dəm qazının harda alınmasıdır bu? Laboratoriyada alınmasıdır. Dəm qazının laboratoriyada alınmaq istəyirsə, formiat turşusunun duzları, formiat turşusunu götürürlər. Qarışqa turşusu, metan turşusu, qarışqa turşusu və ya formiat turşusu qatı sulfat iştirakı ilə, qatı sulfat su uducu maddədir, higroskopikdir. Yəni suyu çəkir. H buradan çıxır, buradan da OH. HOH nə deməkdir? Su ayrıldı. Yəni onu H2O kimi də yaza bilərik. Və ortada nə qazı qaldı? Plus nə qazı? Dəm qazı. Dəm qazı neçə qat rabitə var? 3 qat. İkisi mübadilədir. Biri nə mexanizmidir? Donor, akseptor. Burada da alınan məhsulda donor akseptor mexanizmi üzrə yaranan rabitə var. Aydındır. Bu reaksiyaları hər tərəfli izah elədik. Bu parçalanma reaksiyasıdır. 2 dənə mürəkkəb maddə əmələ gəldi. İndi mən o reaksiyaları bir də təzədən demək istəyirəm. Deməli, təzədən demək üçün nə yazır? 64-ü bir də qısa xülasəsini deyim ki, deməli 64-ü mən izah elədim belə geniş. 64-də deyir ki, hansı reaksiya məhsulu, reaksiya məhsulunda, yəni reaksiyalar yazıb, məhsulunda donor akseptor mexanizmi ilə əmələ gələn kovalent rabitə yoxdur. Baxın, bəndlər belə yazılmışdı. Karbon 4 oksidi plus karbonla reaksiyası A bəndi, B bəndi yazmışdı hidrogen plus oksigenlə reaksiyası, məhsulu yazmamışdı. Siz özünüz C bəndində nə yazıb orada? Amoniakın nitratla reaksiyası yazıb. HNO3 amoniak əsas xassəlidir turşuyla reaksiyası. D bəndində nə yazıb uşaqlar? Suyun amoniakla reaksiyası. Deməli, yoxdur deyəndə hansında donor akseptor rabitəsi yoxdur? B-də suda alınan məhsul. Siz özünüz cavablarını yazmalıydı. Suda donor rabitəsi nədir? Yoxdur. Suda donor akseptor mexanizmi üzrə əmələ gələn rabitə yoxdur. Buradan dəm qazı əmələ gəlir. Dəm qazında donor akseptor rabitəsi var. Donor nədir? Oksigen, akseptor karbondur. Və burada amoniakın bölünməyən elektron cütünə hidrogen nə mexanizmi əsasında birləşir? Donor akseptor mexanizmi əsasında birləşərək amonium nitrat duz əmələ gəldi. Amonium, baxın, NH3 idi, bir də hidrogen birləşdi. Donor akseptor mexanizmi əsasında amonium nitrat duzlar sinifinə aiddir. Amonium duzları hamısı suda neynir? Həll olur. Orada bir dənə donor rabitə var. Amoniakın yenə də bölünməyən elektron cütünə sudakı hidrogenin boş orbitalı birləşəndə amonium hidroksiddə də yenə neçədə donor rabitə var? Bir dənə donor rabitə əmələ gəldi. Əsaslarda burada var donor rabitə, burada da var. A-da da var. Yoxdur, nə bəndi oldu uşaqlar? B bəndi. Və bir də axırıncı reaksiyanı göstərdim də sizə qarışqa turşusu, metan turşusu və ya formiat turşusu. Sonunda Y bəndində yazmışdı metan turşusu
üzvü turşudur. Metan ona görə deyirəm ki, karbon bir dənədir. Qatı sulfatın iştirakı ilə. Bəli, higroskopikdir və cavabı siz tamamlamalısınız. Orada sual belə idi və buradan nə ayrılacaq? Dəm qazı plus H-la da nə birləşir? OH birləşərək su çıxır. H2O. Qatı sulfat burada suyu ayırır. Dəm qazında bəli, donor rabitə var. Rabitənin ikisi mübadilədir və biri nə mexanizmidir? Donor akseptor. Donor akseptor mexanizmini yaranan rabitə nə ilə göstərilir? Oxla göstərilir. Donor oksigende akseptor nədir? Karbon, koordinativ rabitə. Valent yenə də belə suallar düşür. Oksigenin valenti 3, dərəcəsi isə neçə? 2-dir. 3 ona görədir ki, 3-də xətt çıxır. Burada yenə karbonun valenti 3, amma dərəcəsi isə neçə? 2-dir. Müsbət 2. Bu sual belə. İndi keçirik 65-ci suala. 65-ci sualda nədir? 65-də belə bir reaksiya yazıb uşaqlar. Eten alkenlərin birinci nümayəndəsidir. Eten deyəndə 2 də karbon yazır. O eten beynəlxalq addır. Tarixi adı nədir uşaqlar? İlen, etilen. Alkenlərin tarixi adı ilenlə, beynəlxalq adı isə N-lə bitir. Plus xlorla reaksiya girir. Xlor 1 mol xlorlaşır. 1 mol xlorlaşır. Cavabı özləri yazır. Buradan pi qırılmalıdır. Deməli, xlorun biri birinci karbona birləşir, biri də ikinci. Bir dənə pini doymuş vəziyyətə gətirmək üçün neçə mol xlor lazımdır? 1 mol. 1 molda neçə atom var? 2 atom var. Yazıblar burada CH2. Bura bir nə birləşir? Xlor. Cavabı belə yazıb. Sonra ikinci karbon CH2, bir dənə də xlor birləşir. Pi rabitəsi qırıldı. Və əmələ gələn maddə bilirsiniz ki, 1, 2, D. Xlor, nə deyirlər ona? Etan. Artıq pi rabitəsi qırılıb, nə şəkilçisini yazır o? An. İndi deyir, hansı ifadə doğru deyil. Mən bunu bir də təzədən bu reaksiyanı aydın şəkildə yazdım. Bax, burada testdə belə verilib də. Əvvəl göyünə yazaq. Baxın. Deməli, eten və ya etilen alken deyirik ya uşaqlar. Alkenlərdə pi rabitəsini yaradan P elektronlardır. Pi qırılanda bu öz elektronunu götürür, bu da öz elektronunu. Və pi birdən azalanda sigma, pi 1 azalanda, bax bir dənə pi azalırsa neçədə atom artır orada? 2 atom artır. 2 atomdan bu maddə neçə mol deməkdir? 1 mol. İndi həmin pini qırandan sonra CH2, təqqat rabitə CH2, o zaman xlorun biri neçənci karbona birləşir? Birinci karbona, biri də neçənci karbona birləşir? İkinci. Və baxın, burada sigma rabitə neçə vahid artdı? 2 vahid artır və əmələ gələn maddənin adı nə oldu? 1, 2, dixlor. Nə oldu bu maddə? Etan. Bax, eyni bir maddədir. Bax, xloru bura yazmışam. Görürsən, həmin xlorlardır bunlar. Və yaxud da ki, belə yazmam. Eynidir. İkisi də eynidir. Testdə aşağıda yox, böyürdə yazıblar bunu. Aydındır. Yanında yazıb da elə bil karbonun birləşdirdiyi xloru yan tərəfdə yazıb. 1,2 dixlor etandır. Ona görə ki, rabitə neçə qatdır? Tək qat. Baxın, biraz diqqətlə fikir verirsiniz. Bu sp2 hibrid vəziyyətindən hansı hibrid vəziyyətə gəldi? sp3-ə. Niyə gəldi uşaqlar? Hansı doğru deyil? Doğru deyil, doymuş maddə alınır. Bəli, maddə doydu. Pi rabitəsi qırıldısa, doymuş maddə alınır, doğrudur. A bəndi doğrudur. Biz doğru deyil axtarırıq. Sigma rabitənin sayı neçə vahid artdı? 2 vahid neynədir? Artır. Yazıb sigma rabitənin sayı artır, doğrudur. Pi neçədə azalır? Bir dənə pi qırıldı. O zaman sigma neçədə artdı? Baxın, rəylədiyim yer. 2 dənə artır. 2 vahid neynir? Artır, düzdür. Karbon atomları sp2 hibrid vəziyyətindən sp3 hibrid vəziyyətinə keçir. Doğrudur. Əvvəlki maddədə karbon sp2-dən, əmələ gələn maddədə sp3 nə vəziyyətinə keçir? Hibrid vəziyyətinə keçir. O da düzdür. Xətti quruluşlu birləşmə əmələ gəlir, səhvdir. sp3 olanda 109 dərəcə neçə dəqiqəlik bucağı var? 28 dəqiqəlik bucağı var. Tetraedrik quruluşa malik olur. S-də bir dənə, P-də 3 dənə. Neçədə hibrid orbital olur? 4 dənə olanda necə quruluşdur? Tetraedrik quruluşa malikdir. Amma deyir ki, xətti quruluşlu birləşmə əmələ gəlir. Burada xətti quruluşlu birləşmə əmələ gəlmir. Səhv doğru deyil. Nə bəndi? D bəndi. Oksidləşmə reduksiya reaksiyası ona görədir ki, xlor sıfırdan hansı birə gəlir? Mənfi birə.
Xlor nə alır özünə? Elektron alır. Alan varsa elektron verən də var. Baxın, elektron verən necə tapırıq? Məsələn, eten və ya etilində karbonun dərəcəsini biz necə müəyyən edirdik? Hidrogenin dərəcəsi -1, 2 dənə elektron verib karbon 2 də alır. Hidrogen 2 dənə verib karbon da 2 dənə alıb. Xlor bəsit maddədir. Bütün bəsit maddələrin oksidləşmə dərəcəsi 0-dır və nə rabitəsi qırıldı? Pi qırıldı. CH2, tək qat rabitə CH2. Xlorun biri birinci karbona, biri də ikinci karbona birləşdi. Bu nə hibrid vəziyyətidir? Sp2, bu da Sp neçə oldu uşaqlar? 2. İndi baxın. Hidrogendən neçədə elektron alıb? 2 də alanda neçə 2 olur? Bir dənə də xlora verib. Bax, karbon, bu karbon. Hidrogendən 2 dənə elektron alıb, -2, bir dənə də xlora veribsə neçə 1-dir? -1. Böyük moduldan kiçik modul çıxanda bu neçə 1 oldu? Yenə də hidrogendən 2 dənə alıb, baxın, hidrogendən 2 dənə alanda karbonun dərəcəsi oldu -2. Sonra bu həmin bu karbon xlora neçə də elektron verib? Bir dənə elektron verəndə olur neçə 1? -1. Alanda karbon necə yüklənir? Mənfi. Bəs verəndə, indi böyük moduldan kiçik modul çıxıram, bu -2-dən -1 cəmləyəndə neçə 1 oldu? -1. Baxın, -2, -1. İndi karbon -2-dən neçə 1-ə gəldi? -1-ə. Burada da -2-dən -1-ə gəldi. 0-dan da xlor hansı 1-ə gəldi? -1-ə. Burada elektron verən də var, alan da. Konkret xlor özünə elektron aldığına görə nə olur? Oksidləşdirici. Karbon isə özündən elektron verir. Nədir o? Reduksiya edici. Bəlkə də sonuncuyu başa düşmədinizsə, bir də aydın yaza bilərəm. Baxın, eten və ya etilində pi qırıldı. Pi qırılandan sonra baxın, hidrogen atomu orada neçə dənə qalmışdı yanında? 2 dənə. Burada da 2 dənə. Rəyli özüm yazıram ki, daha rahat başa düşəsiniz. Xlorlar birləşir ora. Baxın, bura bir xlor atomu, burada bir xlor atomu. Elektron sıxlığı hara doğru gəlir? Xlora doğru. Karbon xlora neçədə elektron verib? Bir dənə karbon, söhbət karbondan gedir. Veribsə neçə 1-dir? -1. Bəs hidrogendən neçədə elektron alıb? 2 dədə. Bir dənə hidrogendən biri alıb, baxın, bir dənə. 2 dənəsindən 2 dənə aldığına görə neçə oldu? -2. Karbon 2 dənə alıb, bax, 2 dənə elektron alıb, bir dədə verib. -2-dən -1 çıxanda bu neçə 1 oldu? -1. Yenə də burada hidrogendən neçədə elektron alıb? 2 dənə. 2 dənə alanda neçə 2 oldu? Və bir dənə də xlora verib. Bir dənə də veribsə -1, -2, bu da -1 cəmləyəndə neçə 1 oldu? -1. Aydındır. Daha açıq şəkildə necə yazmaq olar bunu sizin üçün? Belə bir şəkildə yazmaq olar. Hidrogen, hidrogen, bu da xlor atomu. Hidrogen, hidrogen, bir də xlor. Xlora, elektron sıxlığı xlora doğru, buradan isə hidrogendən karbona doğru, buradan xlora doğru. Neçədən alıb hidrogendən? 2 dənə alıb, -2 və bir dədə verib, -1. Cəmləyəndə neçə 1 oldu? -1. Yenə də neçədə alıb? 2 də alıb, -2. Bir dənə də verib xlora, -1. Yenə cəmləyəndə neçə 1? -1. 2 karbonun ikisinin də dərəcəsi neçə 1? -1. Amma digərində isə eten idi də. Etində necə idi uşaqlar? Eten və ya etilen. Eten və etilendə 2 dənə alıb, elə neçə 2-dir? -2. Hidrogendən 2 də elektron alıb. Elektron sıxlığı yaduza gəlir, hidrogendən hara doğru gəlir? Karbona doğru. Karbonun valenti 4-də, amma dərəcə neçə 2-dir? -2. Deməli, -2-dən hara gəldi? -1-ə. Artdı da. Yükü artdısa nə edəcək? Azalacaq. Məsələn, karbon -2-dən neçə 1-ə gəldi? -1-ə. -2 kiçikdir -1-dən. Yükü artır, bax, artdı. Baxın, üstündəki yük artdığına görə azalır. İşarə eynidirsə, onda 2-dən 1 çıxır o. İşarə eyni olanda, ikisi də mənfi olanda, böyük rəqəmdən kiçik rəqəm çıxıram. Neçə elektron verib? Bir dənə. Baxın, çıxma işarəsini görün, 1 elektron verib. Elektronu verib. Hardan bilən verib? Baxın, çıxma 1 elektron. Ədəd oxun bilirsiniz də, baxın. Ədəd oxu. Bura -1-dir. Bura neçə 2-dir? -2. -2-dən -1-ə gəlmək üçün neçədə elektron verib? Bir dənə elektron verib.
Elektronu verənə nə deyirlər buna? Reduksiya edici. Xlor isə elektron alıb oksidləşdiricidir. Yəni bu reaksiya oksidləşmə nə reaksiyasıdır? Reduksiya reaksiyası. Qısa olaraq məsələn bu imtahanda düşsə, indi mən bu izah verirəm də belə. Ona görə geniş ver. Məsələn, yadınızda saxlayın ki, bəsit maddə varsa reaksiyada, hansı maddə varsa, bəsit maddə hansıdır? Xlor necə maddədir? Bəsit. Eyni növ atomla əmələ gələn maddə saf bəsit maddədir, qeyri-metal. Bəsit maddənin dərəcəsi nədir? Bəsit maddə varsa reaksiya %100 oksidləşmə nə reaksiyasıdır? Reduksiya. Yəni orada elektron verən də olmalıdır, alan da. Pi qırıldı, biri birinci karbona, biri ikinci karbona. Xlorun biri birə birləşir, biri də neçənci karbona birləşir? İkinci karbona. Aydındır. Artıq sıfır varsa, yəni burada elektron verən də var, alan da. Hansı doğru deyil? Bu karbon sp2 hibrid vəziyyətində olanda neçədə hibrid orbital vardı? 3 dənə. Bucaq neçə dərəcəli bucaqdır? 120 dərəcə. Yenə də sp2 hibrid vəziyyətindədir. Bucaq quruluşdur 120 dərəcə. Hansı hibridə gəldi? sp3 isə tetraedrik quruluşdur. Necə quruluşdur? S-də bir dənə, P-də 3 də 4 dənə hər karbonun hibrid orbitalı varsa 109 dərəcə 28 dəqiqəli bucaq var. Tetraedrik quruluşa malikdir. Bizə də deyir ki, xətti quruluşlu birləşmə əmələ gəlir. Yanlışdır. 65-ci sual yanlışdır. D bəndi. 66-cı sualda eten, N və ya ilen, N beynəlxalq adlı ilen, birinci karbon ikinci hidrogenləşir. Pi bir dənə olduğuna görə, baxın bir pi rabitəsini hidrogenləşdirmək üçün 1 mol hidrogen lazımdır. 1 mol hidrogen neçə atom deməkdir? 2 atom. Qarşısında heç nə yazılmıyorsa 1 mol. Atom deyəndə indeksə baxırıq. Hidrogenləşmə temperatur və nədə gedir? Pi qırılır, biri birinci karbona, biri ikinci. Olur CH3, təqqat rabitə CH3, etan əmələ gəlir. Etan alkanların homoloji sırasından ikinci nümayəndəsidir. Eten idi, N. Hidrogenləşəndən sonra nəyə çevrildi? Ana çevrildi. Eten və ya etilen. Deyir, hansı ifadə doğru deyil? Oksidləşmə reduksiya reaksiyasıdır. Bəli. Bəsit maddə varsa, az əvvəl dedim. Reaksiya oksidləşmə nə reaksiyasıdır? Reduksiya reaksiyası. Yəni bunu o dəqiqə baxın, bu sual belə bir sual düşsə, baxın burada bəsit maddənin dərəcəsi sıfırdır. Hidrogen eyni növ atom bəsit maddədir, dərəcəsi sıfırdır. Sıfırdan baxın neçə birə gəldi? Müsbət birə artdı. Və özündən elektron verib burada hidrogen yükü artdığına görə sıfırdan müsbət birə gələndə yükü artıbsa elektron verib reduksiya edicidir. O zaman karbon nə olar? Oksidləşdiricidir. Onun tam izahını yazmağa ehtiyac yoxdur, amma mən sizə əlavə olaraq izah verirəm ki, yəni orada vaxt itirmək olmaz. Bunu başa salmaqdan ötəri yazıram. Hidrogenin dərəcəsi neçə bir idi? Müsbət bir. 2 dənə alıb. Bu neçə 2-dir? Bu verib, bu isə alıb, karbon alıb və hidrogenləşəndə bəsit maddənin dərəcəsi nə oldu? 0, temperatur və katalizatorda. Pi qırıldı, biri 1-ə, biri 2-yə birləşir. Əmələ gələn maddə olur CH3, bir dənə hidrogen birləşir. Təqqat rabitə CH3. Hidrogenin dərəcəsi müsbət 1, bu da müsbət 1. Bu neçə 3 oldu? Mənfi 3, 3-də alıb, bu da mənfi 3. Deməli, mənfi 2-dən hansı 3-ə gəlir? Mənfi 3-ə, 0-dan da müsbət 1-ə. Hidrogen elektronu verir, elektronu verənə qısa yazıram, reduksiya edici. Karbon isə elektronu alır, alana nə deyirlər? Oksidlər. Elektron aldığına görə yükü azalır. Nə azalır? Yəni mənfi 2-dən mənfi 3-ə gəlir. Görürsən, kiçilir, yük neyinir? Azalır. Amma 0-dan müsbət 1-ə gəlir. Yükü artanda özündən nə verir? Elektron verir. Hidrogen reduksiya edicidir, karbon isə oksidləşdiricidir. Bu reaksiya oksidləşmə nə reaksiyasıdır? Reduksiya reaksiyası. Həm də bu reaksiyanın adı nədir? Hidrogenləşmə. Nə deyirlər buna? Hidrogenləşmə sözünün mənası nə deməkdir? Maddənin tərkibinə, baxın, hidrogenin birləşməsinə, maddənin tərkibinə hidrogen birləşir. Hidrogenin birləşməsinə nə deyirlər uşaqlar? Hidrogenləşmə. Birləşmə reaksiyasının adı nə oldu bu reaksiya? Hidrogenləşmə. Hidrogenləşmə kimyəvi hadisədir. Yeni maddə əmələ gəlir. Yeni bir maddə. Pi qırıldı. Biri birinci karbona, biri ikinci karbona oldu CH3. Təqqat rabitə, bu da CH3. Etan əmələ gəlir. Etan alkanların homoloji sırasının ikinci nümayəndəsidir. Deməli, 1 oksidləşmə reduksiya reaksiyasıdır. Düzdür. Sigma rabitənin sayı neçədən artdı? 2 dənə. Pi 1 dənə azalanda
Sigma neçə vahid artır? 2 vahid artır. Artır. Ona görə ki 2 də hidrogen birləşdi. Sigma 2 vahid artır. 2 sigma 2 vahid artır. Vahid neynir? Artıb. Hidrogenin nəyə qədər artıb? Sayı qədər. Sayı Pi qədər. bir dənə azalanda sigma 2 vahid artır. Düzdür. Karbon atomları sp2 hibrid vəziyyətindən, bu sp2-dən hansı vəziyyətə gəldi? sp3 nə vəziyyətinə gəldi? Hibrid vəziyyətinə gəlir. C bəndində deyir ki, karbon atomu sp2 hibrid vəziyyətindən sp3 hibrid vəziyyətinə keçir. Doğrudur C bəndi. Sonra deyir ki, karbohidrogen molekulunun fəza quruluşu olduğu kimi qalır. Xeyr, karbohidrogen molekulunun fəza quruluşu olduğu kimi neyə bilməz? Qala bilməz. Çünki hibrid vəziyyəti dəyişir. sp2-dən hansı vəziyyətə gəlir? SP3. sp3 artıq necə quruluşdur? Tetrahidrik niyə malikdir? Quruluşa Quruluşa malikdir. Deyir güya bu karbohidrogen molekulunun fəza quruluşu olduğu kimi qalır, yanlışdır. Reaksiyada iştirak edən bütün maddələr havada yanır. Reaksiyada iştirak edən maddə eten. Reaksiyada iştirak edən maddə hansıdır? Eten və ya etilen. Yana bilər, hidrogen iştirak edir. İştirak edənlər doğrudan da hidrogen yanır. Havada yanğına kömək edən qaz hansıdır? Oksigen qazı, su əmələ gəlir, H2O. İlkin qarışıq nə adlanır? Guruldayıcı qaz, 2 həcm hidrogen və heç nə yazılmıyorsa bir həcm oksigenden ibarət olan qarışığın adı nədir? Guruldayıcı qaz. Sonra eten havada yanar. Yanğına kömək edən qaz eteni C2H4 deyildi. Baxın C2H4-də eten və ya etilen yanır. Havada yanğına kömək edən qaz oksigen. Mürəkkəb maddə yananda onun tərkibindəki elementlərin oksidi əmələ gəlir. Karbonun oksidi, karbon neçə oksidir? 4 oksidir. Karbon dioksid, karbon qazı və hidrogenin oksidi su əmələ gəlir. Bəli, ilkin maddələr, reaksiya daxil olan maddələr, reaksiyada iştirak edən bütün maddələr neynir? Yanır. İndi biz əmsal verəndə hidrogen birinci nəyə baxırdıq? Karbohidrogenlər yananda. Hidrogen 4 dənə, bura bir neçə yazırdıq? 2. Sonra karbona baxırdıq 2. Lap axırda yanma reaksiyalarında nəyə baxırıq? Oksigenə. 2-ni vuraq 2-yə. 4. 4 də oksigen buradadır və 2-də də 2 vurdum 1-ə, 2-də də oksigen burada. 6 da oksigeni 2-yə böləndə bura bir neçə yazırıq? 3. Yanğına kömək edən qaz hansı qazdır? Oksigen. Canlı aləmdə yanma. Bax görürsüz, burada da bəsit maddə var. Yanma reaksiyaları özü də nə reaksiyasıdır? Yanma. Oksidləşmə nə reaksiyasıdır? Reduksiya reaksiyasıdır. Deməli, hansı bənd səhvdir? D bəndi. Karbohidrogen molekulunun fəza quruluşu olduğu kimi qalır, yanlışdır. Fəza quruluşu olduğu kimi neyə bilməz? Qala bilməz. 66-nın doğru deyil D bəndi. Keçirik 67-ci sual. 67-ci sualda birləşmələrdə hibrid orbitallarının örtülməsi ilə yaranan sigma rabitə hansı halda doğrudur? Deməli, bir dənə 600 çəkib uşaqlar. Bəli, 6 elektronlu nə sistemi çəkib ortada? Pi sistemi çəkib. Bu benzoldur. Siz benzolu həmişə öyrəşmişsiniz. Belə çəkin. Baxın. Bu şəkildə çəkim. İndi belə köndələn çəkim. Benzol həlqəsidir bu. Benzoldan hidrogenin biri qopub, yan zəncir, 2 də etildir bu uşaqlar. Nə deyirlər buna? Etil. Bu poza. Baxın. Etil oldu bu. Etil nə deyirlər buna? Benzol. Burada C qalıb. Hidrogenin biri. Bu bilməlisiniz CH, 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 bu da CH. Benzol necə idi 67-ci sualda? Benzol C6, H6-dan hidrogenin biri qopub. C6H5, baxın hidrogenin biri çıxıb, əvəzinə etil gəlib. Etil C2H5 də yaza bilərəm, yaxud da etili CH2, CH3 də yaza bilərəm. Etilin içində neçədə karbon var? 2-də. Etil benzol. Maddənin adı nə oldu? Etil benzol arenlərə aiddir. İndi burada deyir ki, bir nə soruşur? Deməli, etil benzolda soruşur ki, etil benzol molekulunda benzol molekulunu bir də təkrar çəkirəm. 6 elektronlu nə sistemini? Pisi. Bəli. Ümumi nə sistemdir? Bizim hidrogen neçəsi qopub? Biri. Etil radikalı CH2, bu da CH3. Bu uşaqlar yazmayıb düyünləri, amma bu nöqtələrdə siz özünüz bilməlisiniz. Onu yazmayıb, amma siz bilməlisiniz ki, burada nə qalıb? Karbon. Burada CH, CH, CH,
CH, bu da CH. Hansı rabitə soruşur birinci? sp3 ilə sp3 arasında rabitə. Benzol həlqəsindəki karbonlar, bunların hər karbonun hibridləşməmiş bir dənə P'si var. Hər karbon neçədə P'si hibridləşmədə iştirak eləmiş? Ona görə burada 6-da karbon 6-sı da nə hibrid vəziyyətindədir? Bax, bu karbon neçədə P'si iştirak eləmiş? Bir dənə P bu karbon verir. Bir dənə bu karbon. Hər karbon ortaya bir də P verib 6 elektronlu nə sistemi yaranır? Pisdir. Karbon sp3 idi. P'nin neçəsi gedib? Biri, sp2. Buna biri gedəndən sonra sp2, bu sp2, bu da sp2. Ümumiyyətlə benzol həlqəsində hər karbonun hibridləşmədə neçədə P elektronu iştirak edir? Biri iştirak etmədiyi üçün həlqədəki karbon 6 dənənin 6-sı da nə hibrid vəziyyətindədir? sp2. Bəs yan zəncirdəki karbonlar isə nə hibrid vəziyyətindədir? sp3. P yoxdur burada. Nə hibrid vəziyyətində? sp3. İndi bizə deyir ki, sp3 ilə sp3 arasında sigma neçədə oldu? Bir dənə. Baxın, bu sigma. sp3 ilə nə arasında? Baxın, bu sigma. Bu karbon nə hibrid vəziyyətdir? sp3, bu karbon. sp3 göstərəm sizə, sp3 ilə sp3 arasında sigma. Amma bunu niyə görə götürmürəm? Çünki bu nə ilə nə arasındadır? sp2 ilə sp3 arasındadır. Baxın, bu nə arasındadır? sp2 ilə sp3 arasında. Bizə deyir sp3 ilə sp3 arasında 1. Sonra ikinci sualda deyir sp3 ilə sp2 arasında. sp3 ilə sp2 arasında. sp3 ilə sp2 arasında orada da bir dənə sigma. Neçə də sigma oldu? Da göstərəm. sp3 ilə nə arasında uşaqlar? sp2 arasında. Bu sp2-dir benzol. Bir dənə sigma. Sonra deyir sp2 ilə sp2 arasında. sp2 ilə sp2 deyəndə burada 6 dədir. 1. Baxın bu. sp2 ilə sp2 arasında. Sonra 2. Sonra neçə oldu? 3. Bu karbon sp2-dir. Bu karbonla bu karbon arasında 4. 5. Bir də neçə oldu? 6. Benzol həlqəsində 6 də karbon var. Qapalı olduğuna görə 6-sı da nə hibrid vəziyyətindədir? sp2. Məsələn, benzol deyirik ya, biz necə yazırdıq? C6, H6. Əzbərdən bilirik ki, bunlar 6-sı da nə hibrid vəziyyətində? İndi burada qapalı olduğuna görə karbonla karbon arasında sigma neçədədir? 6-da. 6-sı da sp2 ilə sp2 arasındadır. Baxın, benzolda 6-da karbon, bir də təkrar edirəm, 6-da karbon nə hibrid vəziyyətindədir? sp2 hibrid vəziyyətindədir. C6H6 aromatik karbohidrogenlərin ilk nümayəndəsi. Deməli, bu karbonlar hamısı sp2-dir. Bu da s orbitaldır. Karbonla karbon arasında kovalent qeyri-polar rabitə qapalı olduğuna görə 6 də sigma var. Elə sp2 hibrid orbitallarının bir-birini eləməsi nəticəsində örtməsi. Bəs karbonla hidrogen arasında həmişə hidrogenin sayı qədər kovalent polar rabitə var. O da sp2 ilə s-in örtülməsindən əmələ gələn rabitədir. Aydındır. Bütövlükdə atom 6, üstə gəlmə 6, 12 də atom var. Elə 12 də nə rabitəsi var? Sigma. Niyə? Çünki qapalı quruluşa malikdir. Siklik quruluşa malikdir. Bağlıdır. İndi biz keçirik, məsələn, bu həmin maddəyə deyəndə, həmin maddə biz benzolu belə yazmamışdır. Uşaqlar köndələn yazmışdır. Benzol həlqəsi və hidrogenin biri qopub 6 elektronlu pi sistemi etil radikalı yazıb. CH2, CH3. Belə də yaza bilərdi. C6H5 fenildir də bu. Nə radikaldır bu? Fenil və fenil bu quruluşudur. Bu nə idi bə? Tərkibini yazıram. Hidrogenin biri çıxıb əvəzinə nə radikalı birləşib? Etil. Etil benzol oldu bu. Yenə də burada 6 da karbonun 6-sı da nə hibrid vəziyyətində? sp2. Bu karbonlar nədir bə? sp3. Bu da karbon sp3-dir. sp3 ilə sp3 arasında orada vermişdi. sp3 ilə sp3 arasında neçə də sigma olmalıdır? Bir dənə. sp3 ilə sp2 arasında, yəni bu karbonla benzol həlqəsinə birləşən karbon arasında. Burada karbon var. Neçədə olmalıdır orada sigma? Bu sp2-dir. Bu da sp3'dür. Bu açıq olanda daha rahat görünür. Yəni buradakı karbondan bura birləşən karbon arasında bir dənə sigma var. O da sp3 ilə nə arasındadır? sp2 arasında bir sigma. Və sonra deyir ki, sp2 ilə sp2 arasında neçədə oldu? 6-da. Cavab olacaq 1, 1, bir də neçə olacaq? 6. sp2 ilə sonuncu sualda da sp2 ilə sp2 arasında, yəni karbonla karbon arasında benzol həlqəsində neçədədir? 6-da. 1, 1, bir də
6 cavab D bəndidir uşaqlar. D bəndi. Növbəti sual nədir? Deyir 68-də hansı birləşmə molekulunda 2 ədəd pi və 9 dənə sigma rabitə var? 2 pi var. 68-ci sualda deyir pi 2 dənə olmalıdır və 9 da sigma rabitə var. A bəndində nə yazıb orada? Buten 2 yazıb. Buten 2 deyəndə özləri hazır maddə yazıb. CH3, CH, 2 qat rabitə CH, bu da CH3. Nədir bu uşaqlar? Buten N'dir bu. Butan sözündən ana atdım. Buten N. 2 qat rabitə neçənci karbondan çıxır? 2-ci. Alkenlərə aiddir. Alkenlər CNH-kendir. Mən sizin yerinizdə olsam bunu düsturla yığardım alkenlə. 1, 2, 3, 4 də karbon, hidrogen də 8-də. Sigma atomların cəmindən 12 də atom var. Bir vahid azdır. 12 də atom varsa, baxın 4-ün üstə 8 gələndə atom neçədə oldu? 12. Sigma neçədə olacaq? 11 də sigma var və göründüyü kimi neçədə də pi var? Bir dənə pi var. Bizə lazımdır 9 sigma və neçə ədəd pi olsun? 2 ədəd pi rabitəsi. Olmadı bu maddə. Sonra keçirik ikinci maddə. 2 ədəd pi rabitəsi olmaq üçün ya bu maddə 2 ədəd pi və 9 dənə sigma olmalıdır. 2 ədəd pi rabitəsi olmaq üçün 2 qat rabitə ola bilməz. 2 qat rabitə A bəndin məsələn onu o dəqiqə atmalıydınız. A bəndində neçə qat rabitə var idi? 2 qat. 2 qatda neçədə pi var? 1 dənə. B bəndində biz götürmürük. Həmən A bəndin baxan kimi, baxın heç sigmanı hesablamamışdan siz bilirsiniz ki, burada pi rabitəsi 1 dənədir. Bu bənd getdi. Qalanlar sigmadır. Amma biz öyrənməkdən ötəri yazdığım üçün bir də tam izahını verəndə 4, burada da 8 alkendir. Atom 4-ün üstə 8 gələndə 12 də atom. Sigma isə atomların sayından bir vahid az. B bəndində yenə götürmək olmaz. Ona görə ki, alkendir. CH3, CH2, C, hidrogenin biri çıxıb metil radikalı və bir də 2 qat rabitə CH2. Nömrələmə hardan gedir? 2 qatın yaxın olduğu ən uzun zənciri seçirlər və 2 qat hardan başlayırlar nömrələməyə? Sağ tərəfdən. Deməli, bu maddənin adı nə oldu? 2-də nə var orada? Metil. İkinci karbonda radikalın adı nədir? Metil. Əsas karbon zəncirinin uzunluğu 4-dədirsə, buten N1-dir bu. N, şəkilçiyə baxın, N neçə oldu? 1. Alkendir, bunu da götürmək olmaz. Çünki neçədə pi rabitəsi var? Bir dənə. Bu maddəni də yığanda alkenlərin ümumi formulu necə yığıldı? Alkenlər CN, H2N-dir. 4 dənə əsas zəncirdədir. Bir də şaxədə. Neçədə karbon var idi orada? 5 dənə, hidrogendə 10-da. İstəyirsiniz bir də göstərim. 1, 2, 3, 4 dənə burada, bir dənə də burada. Neçədə karbon oldu? 5. Hidrogen 10-da. Atoma baxın. 15 dənə var orada atom. Yəni 5-in üstünə 10 gələndə 15 də atom. Sigma isə atomların sayından neçə var? Və bir dənə də pi var. Bizə lazımdır 2 də pi olmalıdır. C bəndi CH3, C yazıb 3 qat rabitə. Bu da CH. İnlərə aiddir. 3 qat rabitə varsa alkindir. Bu maddənin adı nədir? Propin. Nə deyirlər ona? İn. 3 qatın neçəsi pidir? İkisi nədir? Pi. Alkinlərin ümumi formulu necə yazıldı? CN, H2N minus 2 düsturuna uyğun gəlir. Alfatik doymamış nədir bu? Karbohidrogenlər. Karbon 3 dənədir. Hidrogen 6-dan da 2 çıxanda neçə eləyir? 4. Karbonu 3-dir. Hidrogen 6-dan 2 çıxanda 4. Atomları cəmləyəndə 3 plus 4 bərabərdir. 7 də atom var. Sigma atomların sayından bir vahid az. 6 də sigma və neçədə pi var? 2 dənə. Bizə lazımdır 9 sigma olsun. Olmadı bu maddə. Propin idi o maddənin adı və D bəndini yazırıq. D bəndində yenə inlərə aiddir. D bəndində CH3, ikinci CH, hidrogenin biri çıxıb metil radikalı. CH2, C, 3 qat rabitə, CH. Nömrələmə hardan gedir? Ən uzun zənciri seçib və 3 qatın yaxın olan yerindən nömrələyirlər. Əsas zəncirdə 5 də karbon var, 4-cüdə şaxə var. Şaxənin adı nədir? 4-də metil var. 4-cü karbonun metili var. 5 dənə, yox, 4-cü karbonun metili var. Bax 4-də. Əsas zəncirin uzunluğu 5-dədirsə pentin. Ana atıllar nə şəkilçisi? İn. İn neçənci karbondan çıxır? Birincidən. 4 metil, pentin neçə oldu? 1. Alkindir də bu. 4-də metildir, pentin. İn şəkilçisi 1.
və 5 də karbon burada, bir dənə burada 6, 2 də 6 12, 12-dən də 2 çıxanda 10. İnlərin düsturu hansı düstur idi? Sen H2N minus 2. Alfatik doymamış karbohidrogenlər. 6, 12-dən də 2 çıxanda 10. Atoma bax, neçədə atom oldu? 16 da atom var və sigma neçədə oldu? 15 də sigma, pi 2 dənə. Bizə 9-dan lazımdır. O zaman cavab nə bəndi olacaq? Y bəndi. Doğru cavab Y bəndidir. Y bəndində butin 1 yazıb. Baxın, belə maddə yazıb. İn 3 qat rabitə birincidən çıxır. 2 CH2-dir. 3-cü CH3-dür. Nömrələyəndə 1, 2, 3, 4. Əsas karbon zəncirində 4 də karbon var. Butandan ana atdım. Nə şəkildə əlavə edirəm? İn neçənci karbondan çıxır? Birincidən. 3 qat rabitə inlərə aiddir. Pi neçədədir burada? 2 dənə. Və inlərin düsturunda karbon 4-dədir. Hidrogen 4-ü vurduq 2-yə. 8-dən də 2 çıxanda 6. 4-ün üstə 6 gələndə 10 da atom var. Sigma atomun sayından 1 vahid az. 10 dənədən 1 vahid az. 9 dənə nə oldu burada? Sigma və neçə də pi oldu? 2 də pi. Cavab nə bəndidir? Y bəndi. 69-cu sual nədir uşaqlar? 2 metil. 2 də metil var 69-cu sualda. Propen molekulundan N-dir sonu. Neçə sigma rabitə? Neçədən sigma rabitə? sp3 ilə dəqqata birləşən karbon ilə S hidrogen arasında örtülmədən yaranan rabitə neçədəndir? Bərabərdir sual işarəsi. Propan sözündə 3 karbon var. N deyəndə neçə qat rabitə yazırıq? 2 qat. 2-də də metil var. İkincidən hidrogenin biri çıxır. Metil. H2 birinci karbon. İkinci, bu da üçüncü. 1, 2, 3, 4 yazma ehtiyac yoxdur. Valenti. 1 valenti var. 3. İndi baxın, bu karbon nə hibrid vəziyyətində? Birinci karbon sp2, bəli, sp2 və bu karbon sp2 və bu karbon sp3, bu da sp3. sp3 budur, uşaqlar üçüncü. Bir də bu şaxə sp3-dür. sp3 ilə S arasında 3 dənə buradadır. sp3 ilə S arasında 3 dənə də burada. 6 də. Neçə də oldu? 6 da sigma rabitə. Cavab nə bənd oldu? D bəndi. Ona görə ki, bu sp2 ilə nə arasındadır uşaqlar? S arasında. Burada sp2 ilə S arasında neçədədir? 2-də. Bu karbonun yanında hidrogen nədir? Yoxdur. İkinci karbona baxın, yanında hidrogen birləşməyib onun. sp2 ilə S arasında isə neçədədir olur? 2-də. Bizə lazımdır sp3 ilə S olsun. Növbəti suala keçid alıq. Növbəti sual 70-ci sualdır. 70-də nədir uşaqlar? 70-də deyir ki, burada 70-ci sualda deyir 3 metil buten 1 molekulunda. 3 dənə var orada metil, buten 1. Butan sözündə, buten 1-də sp3 ilə S orbitallarının örtülməsində. Yenə də təqqat rabitəyə birləşən karbon ilə hidrogen arasında sigma rabitənin nəyin soruşur? Sayını soruşur. Neçədə sigma rabitə yaranır? Buten deyəndə 4 də karbon var. N deyirsə 2 qat rabitə. M1 deyirsə birinci karbondan çıxır 3. Bu da neçənci karbondur? 4-cü. Neçədə metil var? 3-cü karbonda metil var. Bu oldu H2, 1, 2, H2, 1, 2, 3, H yazırıq. 1, 2, 3 hidrogen və hidrogen valentin biri gedib, bu da H3. Birinci karbon nə hibrid vəziyyətindədir? sp2, sp2, uşaqlar bu nə hibriddir? sp3, bu da sp3, bu şaxə də sp3. İndi bizə deyir sp3 ilə S arasında neçədədir burada? 3, burada da 3, bir də burada 7. Bir də var axı burada. Başa düşdünüz? Bunlar sp2'dir. Bunlar bizə lazımdır. Baxın. sp3 karbon budur. sp3 ilə S arasında hidrogen görürsüz bir dənə. Bəs sp3 ilə S arasında burada hidrogen 3 dənə, burada da 3 də, 6, burada da 1, 7 də sigma. Neçə də sigma oldu? 7 də sigma. Yəni karbonla hidrogen arasında 7 də. 71-ə baxaq. 71-ci suala baxırıq uşaqlar. 71. 71-də nə deyir orada? Deyir ki, 2 metil propan molekulunda 2-də metil var, propan. Başqa adı nə deyirlər ona? İzobutandır da bu uşaqlar. 2 metil propan deyəndə propanda 3 də karbon var. İkincidən hidrogenin biri çıxıb metil var.
Oldu bu H3, bu da H, bu da CH3. 2 metil propan deyəndə 1, 2, 3. 2 metil propan 2 metil propan molekulunun başqa adı izobutan deyirlər buna. İzobutan ilk dəfə alkanlarda şaxələnmə butanla əmələ gəlir. Burada üçlü karbon var. Bundan, bir də bununla əlaqəsi var. Deyir 2 metil propan molekulunda sigma rabitə sp3 hibrid orbitalları bir-birini örtməsi nəticəsində. sp3 ilə sp3 arasında deyəndə, yəni karbonla nə arasında deyir? Karbon arasında. sp3 hibrid orbitalları bir-birini örtməsi nəticəsində 1, 2, bu da neçədə sigma rabitə oldu? 3-də. Yəni bizə sual verir ki, sp3 ilə sp3 hibrid orbitalları bir-birini örtsün. Çəkə də bilərik hibrid orbitalı. Bir də hibrid orbitalı. sp3 ilə nəyin örtülməsindən? sp3-ün biraz indi yaraşıqlı çəkməyə çalışacağım. sp3 ilə sp3-ün örtülməsindən atomların mərkəzlərin birləşdən xətt boyunca neçədə sigma yaranır orada? 3-də. Yəni karbonla nə atom arasında? Karbon atom arasında. O izobutan idi də, elə izobutan C4H10 idi. Karbon 4 dənədirsə sigma neçədə olacaq? 3 dənə. Karbonun sayından bir vahid nədir? Azdır. Butanın izomeridir. 2 metil propan nəyin izomeridir? Butanın neydi? İzomeridir. 3 dənə sigma rabitə oldu orada. Sonra gəlirik 72. 72-də yenə o sualda hasatlı 72-nin ikinci sualda. 71-in cavabı nə bəndə oldu uşaqlar? Buraya yazaq. A bəndi. 71 A bəndi. 72-ci sualda deməli butan molekulunda sigma rabitə sp3 hibrid orbitalı ilə S-in örtülməsi. Elə butanı bir dəfəlik yazaq da uşaqlar. C4H10. Karbonların 4-ü də nə hibrid vəziyyətindədir? sp3 ilə S arasında neçədə sigma rabitədir? Yəni karbonla hidrogen arasında sp3 ilə S-in örtülməsindən 10 da sigma rabitə. Hidrogen nə qədərdir? Sayı qədər. Qrafik baxım çəkəndə sp3 hibridlə S-in örtülməsinə, S hidrogenindir, bu da karbonundur. Örtülmə görsün bu. Karbonla hidrogen arasında 10 da sigma. sp3-ün S-in örtülməsi. Cavab nə bəndə oldu? A bəndi. 73-də nə deyir orada? Deyir ki, 73-də uşaqlar. Asetilin molekulunda, asetilin deyəndə inlərə aiddir. Asetilen, digər adı nədir? Etin. Etin deyəndə inlərin düsturu karbon 2 dənə, hidrogen 2 mislinə 2 vahid azlıqda inlərə aiddir. Alkinlərin ümumi formulu CN H2-2 alfatik doymamış karbohidrogenlər alkin. İlk nümayəndəsi etin və ya asetilin. Molekulunda karbon atomu arasında neçə sigma və neçə pi var? Karbonla karbon arasında neçə qat rabitə var? 3 qat. 1 sigma və neçə pi var? 2 pi. Vəssalam. Cavab nə olacaq? Karbon atomlar arasında 1 sigma və 2 pi rabitəsi necə yaranır? Yaranmasını soruşur. Karbon atomları arasında 1 sigma və 2 pi rabitələri necə yaranır? 1 sigma sp hibrid orbitallarının bir-birini nəməsi nəticəsində, örtməsi nəticəsində, pi-ni yaradan isə hibridləşməmiş p elektronları. Onda cavab nədir? Deməli, sigma rabitə sp hibrid orbitalı ilə sigma rabitə 2 sp hibrid elektron buludunun örtülməsindən, pi rabitəsi isə p elektron buludlarının bir-birinin örtməsi ilə yaranır. Cavab nə bənd oldu? B bəndi. Sigma rabitə, deməli, bir də təkrar edirəm, sigma rabitə nəyin örtülməsindən əmələ gəlir? sp, 2 dənə sp var. Bu sp hibrid vəziyyətindədir. P-nin x-i iştirak eləməyib, burada da x-i iştirak eləməyib, bu da sp hibrid vəziyyət. Sigma rabitə sp hibrid orbitallarının sp hibridin örtülməsindən əmələ gəlir. Baxın, hibridlə nəyin örtülməsindən? Hibridin örtülməsindən neçədə sigma oldu? 1 dənə. Sigma rabitə sp 2 sp elektron buludu. Neçədə sp elektron buludu örtülür? 2 dənə. sp elektron buludunun pi rabitəsi isə p elektron buludlarından hibridləşməmiş p elektron buludlarının bir-birinin örtməsindən əmələ gəlir. B bəndi. 74. 74-də deyir eten və ya ilen. Baxın, 74 eten deyəndə nə yazırlar? Eten, N. Neçə qat rabitə var? 2 qat. Etenin digər adı nədir uşaqlar?
Ten beynəlxalq addır, en şəkilçisi. Tarixi adı nədir? İlen, alkendir bu. Alkenlərin beynəlxalq adı eten, tarixi adı isə ilen şəkli. Alkenlər, alifatik, doymamış karbohidrogenlər en böyük bərabərdir, 2-dən başlayır. Eten və ya nə deyirlər buna? Etilen. Deyib burada sigma rabitə, karbon atomu arasında bir sigma var və bir də pi var. Və pini yaradan sigma və pi rabitə hansı karbon atomları arasında sigma və pi rabitəsi necə yaranır? Karbonlar, birinci karbon nə hibrid vəziyyətindədir? sp2, biri iştirak eləməyib, ikinci də nə hibrid və sp2. Deməli, karbon atomları arasında bir dənə pi rabitəsi var, bir dənə də sigma. Birinci karbonda sp2 hibrid vəziyyətindədir, hibridləşmədə bir p iştirak eləməyib, ikincisi də sp2-dir. Onda cavab nə olur? Sigma rabitə 2 sp2 hibrid elektron buludunun, sigma rabitə 2 dənə sp2 hibrid elektron buludunun örtülməsindən əmələ gəlib. Baxın, sigma rabitə 2 dənə, mən yaxşı çəkəmədim uşaqlar, bir dənə deyim. Sigma rabitə 2 dənə sp2 hibrid elektron buludunun örtülməsindən. sp2 ilə sp2-nin örtülməsindən sigma yaranıb. Hibrid elektron buludu. Baxın, hibridin biri, bir də o birisini çəkək hibridin. Nə elektron bulududur? Hibrid elektron buludunun örtülməsindən əmələ gəlib. sp2 hibrid elektron buludu ilə sp2-nin örtülməsindən əmələ gələn rabitə karbonla karbon arasında bir sigma. Sigma rabitə 2 sp2 hibrid elektron buludunun, pi rabitəsi isə 2p elektron buludunun bir-birinin örtməsi. 2 dənə p elektron buludunun bir-birinin örtməsi ilə yaranır. Cavab nə bəndə oldu? C bəndi. Pini yaradan isə, burada pini yaradan müstəviyə perpendikulyar, hibridləşməmiş, bərabər hantel formalı pp elektron atomların mərkəzlərini birləşdirən, baxın, mərkəz burası xəttin harasından örtülür? Kənarların. Hibridləşməmişdir bu. Neçədə p elektronu? 2-də. Birin 1 karbon verir, birində 1 karbon verir. Aydındır. 75-ci sual baxaq. 75-ci sualda uşaqlar deyir ki, hansı birləşmədə donor akseptor mexanizmi üzrə əmələ gələn hansı reaksiyadan alınan birləşmədə reaksiyadan maddə almalı. Baxın, 4 dənə reaksiyadır burada. 1, 2, 3, 4 və bu reaksiyadan alınan birləşmədə donor akseptor mexanizmi üzrə əmələ gələn kovalent rabitə var. Amoniak necə xassəlidir? Əsas xassəli sulla reaksiya girəndə sudakı hidrogen, suyu belə yazmaq olar HOH kimi. H müsbətin boş orbitalı azota nə mexanizmi əsasında birləşib? Donor, akseptor, amonium hidroksid əmələ gəlib. Əsaslara aiddir. Suda həll olan nə deyirlər ona? Əsas. Və amoniumda neçədə donor rabitə var? Bir dənə. Azot burada donordur. Bu hidrogen nə olub və suyun içərisindəki HOH kimi yazsam, oradakı akseptor olur. Birincidə var donor akseptor. Amoniak saf oksigende yanır. Amoniak havada yanmır. Necə oksigende yanır? Saf oksigen. Saf oksigen bilirsiniz neçə faizli olur? 100%. Oksigende yananda sərbəst azot qazı və su əmələ gəlir. Özdə amoniak oksigende yananda sarı alovla yanır. Havada yanmır. Havada oksigen 21%'dir. Dönə-dönə deyirəm ki, o saf oksigende yanır. Baxın, bu donor ola bilər, amma azot qazında donor rabitə yoxdur. Azot qazın yazanda, azot qazında molekulda atomlar arasında neçə qat rabitə vardır? 3 qat. 3'ü də nə mexanizmi əsasındadır? Yox, mübadilə. 3'ü də nə mexanizmidir? Mübadilədir. Kovalent necə rabitədir? Qeyri-polar. 3 dənə kovalent qeyri necə rabitə var idi? Polar. PP elektronların örtülməsindən P ilə P, P ilə, baxın P ilə P-nin örtülməsindən bir sigma, neçədə pi yarım? 2-dir. Burada donor rabitə yoxdur ikincidə. Metil amin nəyin törəməsidir? Amoniakın törəməsidir. Onun da suna reaksiyası eyni amoniak kimi gedir. Suda H müsbətin necə orbitalı var? Boş orbitalı. Azotun cüt elektronu və hidrogenin boş orbitalı hesabına əmələ gəlir burada metil, amonium, NH neçə idi? 2 idi, bir də hidrogen birləşəcək. NH3, OH əsas əmələ gəlir. Baxın, bu reaksiyanı bir də təzədən yazıram. 3-cü reaksiya. Metil, amin. Törəmə nəyin törəməsidir?
Amoniakdan hidrogen neçə çıxıb? Biri, o da metillə əvəz olunub. Əsas xassəlidir bu da. Necə xassəlidir? Əsasi X xassə deməkdir. Plus suyu belə yazmaq olar. Suda H müsbətin boş orbitalı var. OH hidroksid ionudur. Bu da hidrogen kationudur. Bu cütün verir hidrogenin necə orbital və dördüncü rabitə yaranır. Olur CH3 kvadrat mötərizə açıram. NH2 idi. Baxın bir də hidrogen gəldi birləşdi. Olur NH3 müsbət və OH gəlir birləşir. Baxın bir də OH qalmışdı. OH da bura birləşir. Olur bu metil amonium hidroksid. Nə oldu bunun adı? Metil amonium hidroksid. Baxın burada valent neçə idi azotun? Amma bu bir valenti burada, üçü də burada. Neçə valentə gəldi? 4-ə. Neçədə donor rabitə yarandı? 1 dənə. Azot donordur. Hidrogen nədir? Akseptor. Və bu əsasının adını deyək. Bir də metil amonium deyəndə NH4-dən elə bil biri qoyulub da. Amonium hidroksid. Adını yazıram. Metil amonium. Nə deyirlər ona? Hidroksid. Hidroksid. Deməli, burada 3 valent burada. Baxın, 3'ü bura birləşib. Biri də bura 4 valentdir. Amma dərəcə dəyişməz qalıb. Neçə 3'dür? -3. Burada da donor rabitəsi var və sonuncu nə idi orada? Sonuncu yanmasıdır. Metil amin. Törəmə nəyin törəməsidir? Amoniakın nə idi? Törəməsi. Amoniak saf oksigində yanırdı. Az əvvəl göstərdim. Yananda sərbəst azot çıxırdı. Burada da yenə sərbəst nə qazı çıxacaq? Azot qazı və karbon olduğu üçün karbon neçə oksidi çıxır? 4 oksidi və hidrogenin oksidi su əmələ gəlir. Yəni amoniak kimi, amoniakdan fərqli olaraq bir də burada karbon neçə oksidi əmələ gəlir? 4 oksidi. Azotda burada donor rabitə yoxdur. Atomlar arasında 3 qat rabitə var. Burada karbon 4 oksiddir. O da kumulə olunmuşdur. Xətti quruluşa malikdir. Yaduza gəlirsə neçədə pi var idi? 2-də pi, 2-də də sigma. Donor rabitə yoxdur. Suda da donor rabitəsi nədir? Yoxdur. Bu 180 dərəcəli bucaq idi. Amma suda isə 104,5 dərəcəli nə vardı bucaq? Əvvəlcə burada əmsal verəndə niyə baxırıq? Baxın, 3-də hidrogen burada, 2-də də burada. 5 hidrogenlərə baxırıq birinci. 5-də hidrogendir. Burada hidrogen neçədədir? 2 dənə. 5-i 2-yə bölüb neçə yaza bilərik? 2,5. Amma sonra yenə də neçəyə vuracaq? Hər tərəfini artıq 2. Məxrəcdən qutarmalıyıq. Baxın, bura yazdıq 2,5. Sonra karbon 1 dənə, 1 dənə. Azot burada, gəl belə baxaq da, birinci azota baxaq. Azot 2 dənədir, bura bir neçə yazaq? 2. Azot 2 dənə idi, burada bir dənə. İndi hidrogen 3, burada da 2. 3-ün üstə 2. 5-i də 2-yə vuranda, onu 2-yə böləndə, 5-dən, bura misal verir, 5. 5-i 2-yə vuranda onu da. Karbon 2 dənə, bura bir 2 yazırıq. Oksigenə baxın, 2 vur 2-yə. 4. 5-də də burada. 4, 9. 9 da 2-yə böləndə. 4,5. O da məxrəcdən qutarmaq üçün hər tərəfini neçəyə vururuq? 2-yə vuranda, onda 4 mol olur. Bunun qarşısında əmsalı metil, amin. 9 mol nədə yanır 2-yə vuranda? Oksigəndə yandı. Yanma tək nədə gedir? Temperaturda. Azotun qarşısında əmsal 1 idi. Hər tərəfini 2-yə vuranda neçə oldu? 2 mol azot qazı və plus karbon qazının əmsalı 4 mol karbon qazı 2 idi. 2-yə vuranda 4 mol. Suyun qarşısında əmsal 5 idi. O da 2-yə vuranda 10 molda nə molekulu çıxır? Su. Soldakı atomlar soldakılar sağdakılara bərabərdir. Necə də biz deyirdik ki, amoniak saf oksigəndə yanır, sarı alovla yanır, havada yanmır, sərbəst azot qazı və su əmələ gəlir. Eləcə də aminlər, amoniakın nə idi? Törəməsidir. Onlar da yananda sərbəst azot, karbon neçə oksidi? 4 oksidi və su molekulu. Amoniak yananda qarşısına misal neçə yazırdı? 4. Bax, bu yaduzdatda 4 yazırdı. Bura bir neçə yazırıq? 2. 4'ü vurduq 3-ə. 12 də 2-yə böləndə 6. Oksigen 6 dədir 2-yə böləndə 3. Sol hara bərabərdir? Sağa bərabərdir. Deməli, hansı reaksiyadan alınan məhsulda? Birinci reaksiyada amonium hidroksid çıxır. Orada donor rabitəsi var 1 dənə. Azot 4 valentlidir, dərəcə -3'dür. Bir donor akseptor mexanizminin əsasında yaranan rabitə var. Və bir də üçüncüdə. Üçüncüdə alınan maddə nə idi orada? Metil amonium hidroksid.
Metil amonyum hidroksid deyəndə yenə 3 valenti burada, 1 valenti burada. 4. Dərəcə neçə? 3-dür. -3. 1 ilə 3-də donor akseptor mexanizmi əsasında yaranan rabitə var. Cavab C bəndi. 76-cı sualda deyir ki, bu reaksiyalar verilib. Deyir, hansı reaksiyadan alınan birləşmələrdə donor akseptor mexanizmi üzrə əmələ gələn kovalent rabitə var. Burada dəm qazı çıxır uşaqlar. Donor akseptor mexanizmi üzrə yaranan rabitə var. Karbon 4 oksidi, karbon dioksid, karbon qazının karbonla reaksiyasından dəm qazı əmələ gəlir. Azotun hidrogenlə reaksiyasından amoniak əmələ gəlir. Temperatur, təzyiq, bu da nədir? Katalizatorda gedir. Amoniakın harda sintezidir? Sənayedə sintezi. Azot 2 dənə, bura bir 2. 2-ni vurduqca 6 da hidrogeni 2-yə böləndə 3. Amoniak donor ola bilər, amma donor akseptor rabitə nədir? Yoxdur məhsulda. Amoniak saf oksigində yanır. Baxın, yanma tək temperaturda gedir. Sərbəst nə qazı çıxır? Azot və bir də su. Havada yanmır. Sarı alovla yanır saf oksigində. Burada amoniakın qarşısında neçə yazırdı? 4. Bura bir neçə yazır? 2. 4 bu hidrogenə aiddir. 4-ü vurduq 3-ə. 12 də hidrogen 2-yə böləndə 6. Oksigen 6-dədir. Lap axırda oksigen əmsal verir. Bura bir 3. Azotda donor rabitə yoxdur. Suda da donor rabitə yoxdur. Və amoniakın bölünməyən nə cütü var? Elektron cütü. Turşularla bir qabda neynəmək olmaz? Saxlama. Amoniak xlorid turşusuna adi şəraitdə reaksiya girib amonium nə verir? Xlorid. Hansında donor rabitə oldu? Bir 1-də, bir də 4-də. 1-də ona görə ki, hər dəfə çəkirik dəm qazında rabitənin ikisi mübadilədir. Biri nə mexanizmidir? Donor, akseptor, oksigen donordur, karbon akseptor. İkisi mübadilə mexanizmi əsasında yaranıb. 3 qat rabitə olduğuna görə valenti 3 dərəcə mənfi 2-dir. Burada da 3 müsbət 2 və amoniak bölünməyən nə cütü var? Elektron cütü. Turşularla bir qabda neynəmək olmaz? H müsbətin boş orbitalı. Bəli, amoniakın turşularla reaksiyasından duz əmələ gəlir və bu duzların adı nə duzlardır? Amonium duzları. Amonium xlorid orta və necə duzdur? Normal duz. Azotun valenti 4-dür, amma dərəcəsi dəyişməz qalıb. Bu amonium 4-cü rabitə. Baxın, 3 valentdən neçə valentdən? 3-dən 4-ə gedib. 4-cü rabitə nə mexanizmi əsasında yaranıb? Donor, akseptor mexanizmi əsasında yaranıb. Amonium xlorid orta və necə duzdur? Normal duz. Cavab nə bəndə oldu? 1 ilə 4. 1, bir də neçə oldu uşaqlar? 4. Donor akseptor mexanizmi əsasında yaranan rabitə A bəndi. 77-ci sualda deyir ki, hansı birləşmə molekulunda sp2 hibrid vəziyyətində olan, baxın, bu hibrid vəziyyətində olan karbon atomlarının sayı daha çoxdur. A bəndi yazıb vinil benzol. Benzol necə idi? C6, H6-dan hidrogenin biri çıxdı. Vinil radikal deyəndə 2-də karbon, aralarında neçə qat rabitə? 2 qat. CH2, bu da H. Vinil bilirsiniz də, etendən hidrogenin neçəsi qopub? Biri. Etendən, baxın, hidrogenin biri qopanda radikalın adı vinildir. Bu da benzoldur. Bu maddənin adı nə oldu uşaqlar? Vinil benzol. Vinil benzolu əzbərdən yazmağı hamı bilməlidir. 6 da karbon benzol həlqəsində nə hibrid vəziyyətindədir? sp2. Burada da pi rabitələri olduğu üçün bu karbon nə hibriddir? sp2, bu da sp2. Deməli, 8 karbon var. 6-sı burada, bir dənə burada. 7, bir dənə burada. 8-dən karbonun 8-i də sp2 hibrid vəziyyətindədir. Baxın, benzol həlqəsindən bir də təkrar edirəm. Benzol C6H6 idi. Hidrogenin biri qopdu və onun əvəzinə vinil radikalı birləşdirir. Vinil deyəndə 2 dənə karbon yazır. Aralarında neçə qat rabitə? 2 qat. H2, 1, 2, 3. H yazıram. Bu karbon sp2 hibrid vəziyyətindədir. Hibridləşmədə bir P iştirak eləmir. Bu da sp2-dir. Və 6 da karbon benzol həlqəsində də 6-sı da nə hibrid vəziyyətindədir? 6 da burada, 7, burada da 1, 8 dənə karbon sp2 hibrid vəziyyətindədir. Bizə deyir, hibrid orbitallarının hansı birləşmədə sp2 hibrid vəziyyətində olan karbon atomunun sayı çoxdur. Burada neçə dənə oldu? sp2 hibrid vəziyyətində 8-də. İkinci benzoldur. Benzolda azdır. B bəndində benzol yazıb. Benzolda 6 da karbon nə hibrid vəziyyətindədir? sp2. Hər karbonun 6 da karbon sp2 hibrid vəziyyətindədir. Ona görə ki, benzol molekulunda 6 elektronlu nə sistemi var uşaqlar? Pi sistemi var, bəli, tamamilə doğrudur. 6 elektronlu pi sistemi olduğuna görə hər karbonun hibridləşmədə neçədə P-si iştirak eləməyib? Biri iştirak eləməyibsə, 6 da P iştirak eləməyib. Burada nələr yerləşir? CH,
Burada da CH, CH, burada CH, burada CH. 6 da karbon sp2-dir. Hələlik ən çox hansındadır? Vinil benzolda tollul yazıb C bəndində. Tollul necə yazılır? C6H5 benzoldan hidrogenin biri çıxıb metil əlavə olunub. Metil benzolun başqa adı nədir uşaqlar? Tollul. Metil benzol başqa adı nə oldu? Tollul. 6 da karbon nə hibrid vəziyyətindədir? sp2. Bir də karbon sp3'dür. Yan zəncirdəki karbon nə hibrid vəziyyətindədir? sp3. Bir də təkrar edirəm. Metil benzolun başqa adı nə oldu? Tollol. Tollol aromatip. Bax, arenlərin birinci nümayəndəsi nə oldu? Benzol. Bu maddənin adı oldu benzol. İkinci nümayəndəsi tolloldur. C6H5 benzoldan hidrogenin biri qopub, əvəzinə bir metil birləşib. Bu maddənin adı oldu tolluol. Tollolun ikinci adı nədir uşaqlar? Metil. CH3-ün adı metildir və bu nə həlqəsidir? Benzol. Benzol. 2 də adı var. Metil benzol. 6 dənə karbon sp2-dir. Metil qrupundakı karbon sp3-dür. Burada da 6 dənə karbon sp2-dir. Sonra gəlir deməli ortoksilol. Ksilol deyəndə o da benzolun homologu. Ksilol deyəndə benzoldan hidrogenin neçəsi qopub? İkisi və əvəzinə 2 də metil birləşib. Neçə də metil birləşib? Ortoksilol deyəndə metilin biri 1-dədir, biri neçədədir? 2-də. Yəni bax benzol həlqəsində hidrogenin ikisi qopub 2 dənə metil birləşibsə, ona deyirlər ortoksilol. Ortoksilol deyəndə metil radikalının biri birinci karbondadır, biri ikinci. Fərqi var, hardan nömrəliyirik. İstəyirik məsələn buranı 1 götürürük. Karbondan hidrogen çıxıb əvəzinə nə birləşib? Metil. İkinci bura götürsün. Karbonun hidrogeni nə ilə əvəz olunub? Metillə. Qalan karbonlar CH, 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 bu da CH. Yəni hidrogen ikisi metillə əvəz olunub. Metildəki karbonlar nə hibrid vəziyyətindədir? sp3. 6 da karbonun baxın benzol həlqəsindəki karbonlar isə nə hibrid vəziyyətindədir? sp2. Bunun adı nə oldu? 1, 2, baxın şaxən 1-1-dədir, 1-2-dədir. Metil benzol. Nə deyirlər ona? Benzol. 1,2 dimetil benzolun başqa adı O. O nə deməkdir? Biri 1-də, biri 2-dədirsə orto deyirlər. Ortoksilol. Orto sözün yazmırlar da oksilol yazılır. Oksilol tələffüz eləyəndə orto nə deyirlər? Ksilol. Aydındır. 6 da karbon. Və bir də kumol qalır. Kumol birinci dəfədə indi sizə deyəcəm uşaqlar. Kumolun başqa adı izopropil benzoldur. Bax bunu yaxşı-yaxşı əzbərləyirsiniz. Kumol. Kumol da arenlərə aiddir və kumolun başqa adı nədir? İzopropil, nə deyirlər ona? Benzol. 2 dənə adı var. Kumol və ya izopropil benzol. Benzol həlqəsindən hidrogenin neçəsi qopur? Biri. Benzoldan hidrogenin biri qopanda fenil əmələ gəldi və əvəzinə nə getiririk? O qopan hidrogenin əvəzinə izopropil radikal. İzopropil radikalında propandan, ortadakı karbondan hidrogenin neçəsi qopub? Biri. 3 də karbonu var idi. 1, 2, 3. İkili karbondan hidrogenin biri qopanda izopropil oldu bu. Qırmızı ilə bax yazdığım nə radikaldır? İzopropil benzol. Nə deyirlər buna? Bəli, izopropil benzol. 3 dənə karbonun izopropildəki karbonlar nə hibrid vəziyyətin? Bəs benzol həlqəsində 6 da karbon var, 6-sı da sp2 hibrid vəziyyətindədir. İzopropil benzolun başqa adı nə oldu? Bu maddənin digər adı nə oldu? Kumol və ya izopropil benzol. Deməli, hamısında 6 da karbon sp2 oldu. Bir dənə A bəndində. Cavab nə bənd oldu? 77-nin cavabı A bəndidir. A bəndində vinil benzoldur. Vinil benzol. Benzoldan hidrogenin biri qopur. Vinil deyəndə 2 dənə karbon yazır. 2 qat rabitə H2. Buradan da H. 8 də karbon var ki, 2 dənəsi burada, 6 dənəsi burada. 8-i də nə hibrid vəziyyətindədir? sp2. Daha çox sp2 hibrid vəziyyətində A bəndindədir. Bu maddə vinildir. Və bu nə həlqəsidir? Benzol. Maddənin adı nə oldu? Vinil benzol. Və digər adı nədir bu vinil benzolun? Stirol. Vinil benzolun 2 də adı var. Vinil benzol və bir də adı var. Birinci adı bu da stirol. Stirol. Bugünlük uşaqlar bu qədər.